Salam olsun izləyicilərimizə. Bugün 2014-cü ilin ümumi qabiliyyət imtahanının riyazi hissəsinin suallarını təhlil edəcəyik. Əgər videonu bəyənsəz, videoya like atmağı, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Əlaqə saxlamaq istəyənlər videonun açıqlama hissəsindəki əlaqə məlumatlarını istifadə edə bilərlər. 2015-ci ilin videosuna sağ üstdəki kart vasitəsilə keçid edib baxa bilərsiniz. Başlayaq 41-ci sualdan. Belə bir ədədi ifadəmiz var bizim. Hər birində mötərizəni hesablayanda görürük ki, 85 eləyir. Yəni, birinci ifadəmiz 3207 vurulsun 85-dir. İkinci ifadəmizdə 3156 vurulsun 85. Təbii ki, bunu vurmağa ehtiyac yoxdur. 2 vuruq eynidir. Biri də digərindən böyüksə, müsbət ədədlərdə artıq bu böyük olmuş olacaq. Deməli, cavab A variantı. Baxaq növbəti suala, 42. A müsbət ədəddir. 4 üstəgəl 8A-da 3 üstəgəl 6A yoxsa 4-də 3-mü? Biz bunu yazaq. Gəlin bunu sadələşdirək, görək nə olur. 4 üstəgəl 8A. Burada 3 mötərizə xaricdən çıxır ortaq vuruq kimi. 1 üstəgəl 2A. Burada da 4 çıxır. Burada 1 üstəgəl 2A. Bunlar ixtisar getdi. Geridə qalıb 4-də 3. Tapdıq ki, bu ifadə onsuz da A müsbət olsa da, nə olur olsun, onsuz da bu ifadənin qiyməti 4-də 3-dür. Təbii ki, nə olur olsun deyəndə bizə mənfi 2-də 1 ola bilməz. Çünki artıq məxrəcimiz 0 olur. Ondan başqa bütün qiymətlərdə müsbət olmağı bir yana dursun. 4-də 3-dür onun qiyməti. Ona görə bunlar bərabər olacaq bir-birinə. 43. Kvadratın sahəsi uzunluğu 9 cm, eni 4 cm olan düzbucaqlının sahəsinə bərabərdir. Nə var? Düzbucaqlının sahəsini tapaq. S düzbucaqlı bərabərdir. 9 vurulsun 4. En vur uzunluqda düzbucaqlının sahəsidir. Eləyəcək 36. Bu kvadratın sahəsi də 36-ya bərabərdirsə, yəni tərəfi A olan kvadrat olsun. Sahəsi 36-dır. Onda A nəyə bərabər olacaq? 6-ya. Mənfi 6 ola bilməz tərəfin uzunluğu. Həmin kvadratın perimetri nə olacaq? Kvadratın perimetri 4A, yəni tərəf 4-dən olduğuna görə 4 vur 6, o da eləyir 24. Deməli, elə həmin kvadratın perimetri 24-düymüş. Cavab oldu C variantı, bərabərdirlər. Hələ ki, asan suallardır. Baxaq 44-cü suala. Duzun çəkisi dəniz suyunun 4%-ni təşkil edən dəniz suyuna 1 qram təmiz su və 1 qram duz əlavə etdilər. Dəniz suyunda duzun payı, alınmış məhlulda duzun payı. Ümumiyyətlə, əvvəlcədən heç hesablamadan mən cavabın nə olacağını deyim. Cavab təbii ki, yəni 4%-li bir dənə dəniz suyu var. Ona bərabər miqdarda 1 qram təmiz su, 1 qram da duz əlavə edirlər. Təbii ki, bayaqki dəniz suyunda duzun faiz göstəricisi 50%-dən az idi. Yəni, yarıdan az idi da. Ona görə indi yarı duz, yarı da su əlavə eləyəndə o 4% artmış olacaq. Nə qədər olur olsun, istəyir 1 qram olsun, istəyir yarım qram olsun əlavə olunan suyla, təmiz suyla duz. Ona görə həmin məhlulda duzun faizlə payı çox olacaq. Amma gəlin biz bunu yazılı şəkildə də göstərək. Deməli, duzun çəkisi dəniz suyunun 4%-ni təşkil edən dəniz suyuna. Deməli, duzun çəkisi 4x olsun, dəniz suyunun da 100x. 0,4x-dən x də götürə bilərdim, amma daha rahat kəsirsiz işləmək üçün bunları götürdüm. Həmin dəniz suyunun duzluluğunu belə tapacaqdıq da, məsəl üçün 100x, yəni duzun miqdarı bölünsün, bütün suyun miqdarı vurulsun 100-ə. Oradan nə olacaq? X-lər gedəcəkdi, 100-lər x-a gedər, həqiqətən 4%-də, yəni biri digərinin 4% olan 2 dənə ədəd götürdüm mən burada. İndi nə edirik? Dəniz suyuna 1 qram təmiz su və 1 qram duz əlavə etdilər. İndi duz 1 qram artır, amma aşağıda yazdığımız ümumi məhlulun kütləsidir da. Ümumi məhlulun kütləsi olduğuna görə ümumi məhlul nə qədər artır? 2 qram artmış olur. Yəni 1 qram duz, 1 qram da su olduğuna görə. Bu da 2 artmış olur. İndi bunun faiz göstəricisi neçə olacaq? 4%-dən çoxmu olacaq, yoxsa azmı? Yəni bu mu böyükdür, yoxsa bayaqki dəniz suyunda duzun faizlə payı 4-dür axı. İndi burada neçə faiz olacaq, onu tapmalıyıq biz. İndi hesablayaq görək. Bu 100-ü
bir ixtisar görmürəm, ona görə belə yazaq. 400x üstəgəl 100 bölünsün 100x üstəgəl 2. Mi yoxsa 4 mü? İndi bu ikisini müqayisə edirik, hələ də bilmirik hansının böyük olduğunu. Gəlin bundan xilas olmaq üçün, məxrəcdən xilas olmaq üçün həm bura bərabərsizlik kimi baxaq, amma hələ işarəsini bilmədiyimiz bir bərabərsizlikdir da. Həm sol tərəfi, həm də sağ tərəfi 100x üstəgəl 2-yə vuraq. Təbii ki, x bir kütlə təşkil elədiyinə görə 100x üstəgəl 2 müsbət bir ədəddir. Yəni hər tərəfi 100x üstəgəl 2-yə vuranda bərabərsizliyin istiqaməti dəyişməyəcək. Yəni deməyə çalışdığım nədir? Hər tərəfi 100x üstəgəl 2-yə vuranda sol tərəfdə 400x üstəgəl 100 alınır. Sağdan alınır 400x üstəgəl 8. Təbii ki, yəni burada hansı böyükdürsə, bərabərsizlik işarəsi dəyişməyəcəyinə görə, yəni 4 ilə 100x üstəgəl 2-də 4x üstəgəl 100 arasında hansı böyükdürsə, bunlarda da elə həmin böyük olacaq. Çünki eyni dəfə artırdıq, eyni müsbət ədəd dəfə artırdıq. Yəni burada hansı böyükdür? X müsbət bir ədəddir. 4x üstəgəl 100 mü, yoxsa 4x üstəgəl 8 mi? Təbii ki, 4x üstəgəl 100 böyükdür. Elə mən başda da demişdim ki, 1 qram artırandan sonra həmin faiz 4-dən çox eləyəcək. Ona görə cavab eləyəcək alınmış məhlulda duzun faizlə payı daha böyükdür. Çünki əlavə elədiyimiz 50-nin 50-yə əlavə eləmişik. Ona görə belə olur. Əgər məsəl üçün əlavə elədiyimiz tutaq ki, 1 qram duz əlavə eləyərdik, 99 qram da dəniz suyu əlavə eləyərdik. Onda əlavə elədiyimiz məhlul 1% deyilmi? Çünki oradakı duz bütün məhlulun, yəni 100 qramın 1%-ni təşkil edir. Onda həmin 4%-i azaltmış olardı. Yəni belə şifahi şəkildə belə düşüncə ilə də yazmaq olar, amma yox eləyə bilmiriksə bunu eləməyi bacarmalıyıq artıq dəyişənlə işləməyi. Deməli, A və B məntəqələrindən bir-birinə doğru eyni vaxtda 2 kater çıxdı. Sürəti ikincinin sürətindən yüksək olan birinci kater B məntəqəsinə, ikinci kater isə A məntəqəsinə gəldi. Deməli, gəlin birinci bizə deyilənləri təsvir eləməyə çalışaq. Deməli, bir-birinə qarşı-qarşıya 2 dənə kater yola çıxır. Sürəti ikincinin sürətindən yüksək olan birinci kater. Yəni, birinci katerin sürəti çoxdur B məntəqəsinə, ikinci kater isə A məntəqəsinə gəldi. Deməli, birinci katerin sürəti çoxdur və B məntəqəsinə gəlirsə, deməli, A-dan çıxır. Bura A məntəqəsi olsun. Burada B məntəqəsi olsun. İndi, buradan çıxan birinci katerdir. Bu istiqamətdə hərəkət eləyir. Buradan çıxan da ikinci katerdir. Hardan başa düşdük? Çünki A məntəqəsinə gəldi deyir. Bu da B məntəqəsinə gəldi deyir. Yəni, hardan çıxıbsa, o bir digər məntəqəyə çatmış olacaq. Oradan başa düşdük. Birinci kater kimi ikinci katerdə maneəsi olaraq bərabər sürətlə hərəkət edirdi. İndi, bizim sadəcə bildiyimiz odur ki, bunlar bərabər sürətlə hərəkət eləyirlər və birincinin sürəti ikincinin sürətindən çoxdur. Yəni, V1 V2-dən çoxdur. İndi, deməli, burada nə var? Katerlər qarşılaşdıqdan sonra birinci katerin keçdiyi məsafə, yəni getdiyi məsafə, katerlər qarşılaşdıqdan sonra ikinci katerin getdiyi məsafə. Yəni, bunlar haradasa gəlib qarşılaşacaqlar. Təbii ki, birincinin sürəti ikincinin sürətindən artıq olduğuna görə bunu həmişə başa düşməliyik ki, bu tip məsələlərdə onlar qarşılaşana qədər, yəni eyni müddət keçib, məsələn 2 saat keçibsə qarşılaşıblar, ikisi üçün də 2 saat keçiblər, yəni ikisi də 2 saat hərəkət eləyibdir. Yəni gəlib hardasa qarşılaşanda onlar eyni müddət hərəkətdə olublar. Eyni müddət hərəkətdə olmaqları və birincinin sürətinin ikincinin sürətindən çox olmağı nə mənaya gəlir? Zaman eynidirsə, sürət hansında çoxdursa, həmin o daha çox yol qət eləmiş olur. Yəni, birinci katerin sürəti çoxdursa, deməli, onun qət elədiyim yolda daha çox olmuş olacaq. Amma qarşılaşana kimi qət elədiyi yolu soruşmur. Qarşılaşdıqdan sonra birinci katerin qət etdiyi məsafə, yoxsa ikinci katerin qət etdiyi məsafə. Təbii ki, qarşılaşana kimi birinci kater daha çox yol gəlib, ikinci kater daha az. Yəni, indi ikinci katerin gedəsi yol daha çoxdur. Çünki bilirik ki, bu məsafə S1, S2-dən daha böyükdür. İndi ikinci katerin gedəsi olduğu məsafə daha böyükdür. Nəinki birinci katerin getdiyi məsafə. Deməli, biz başa düşürük ki, S1,
S2-dən böyükdür. Birinci katerin sürəti çox olduğuna görə elə o səbəbdən də S1 qarşılaşandan sonra ikinci katerin gedəcəyi məsafədir. S2 isə birinci katerin gedəcəyi məsafədir qarşılaşdıqdan sonra. Deməli, ikinci kater daha çox yol gedəsidir. Cavab olacaq B variantı. Baxaq 46-cı suala. ABC ilə üçbucaqdır ki, AB böyükdür BC, böyükdür AC desəm, A bucağı mı yoxsa 80 dərəcə mi böyükdür? Deməli, biz ümumiyyətlə başa düşməliyik ki, A bucağı BC tərəfinin qarşısında durubdur. İndi A bucağı BC tərəfinin qarşısında durubsa, həmin bucağı 80 dərəcə ilə müqayisə edə bilərikmi verilən şərtlər altında? Gəlin bu sualı cavablandırmağa çalışaq. Deməli, bir dənə üçbucaq çəkək. Bəlkə izahımızda bir faydası olur başa düşməyimiz üçün. Amma elə çəkək ki, o tərəflərin uzunluqlarına nisbətən uyğun gəlsin görüntü olaraq. Yəni, ən uzun AB tərəfi olacaq. Deməli, bu tərəf AB-dir, ən uzun kimi göstərdiyimiz. Burada C təpəsidir. İndi biz nə bilirik? AB ən böyükdür, ondan sonra BC gəlir, ondan sonra da AC gəlir azalan sırayla. İndi A bucağının dərəcə ölçüsünü biz bilə bilərikmi? 80 dərəcədir, ondan kiçikdir ya böyükdür. Biz yalnız və yalnız onu bilə bilərik ki, AB bucağı, yəni böyük tərəf qarşısında böyük bucaq durur. Yəni AC-nin qarşısı, AC ən kiçik tərəf olduğuna görə bu bucaq ən kiçik olacaq. Ondan sonra gələn bucaq, yəni BC tərəfi, ondan sonra gələn uzunluqda daha sonra gələn tərəf olduğuna görə ikinci böyük bucaq budur. Ən böyük bucaq isə C bucağı olacaq. Amma A bucağının biz 80 dərəcədən böyük, kiçik və yaxud da bərabər olacağını bilə bilmərik. Ola bilsin bərabər olsun. 80 dərəcəni qoydum bura. İndi C-yə elə bir şey qoymalıyam ki, bundan böyük olsun. Tək şərt budur, başqa bir şərtə ehtiyac yoxdur. İstəyirəm 81 qoyum, istəyirəm 82 qoyum və yaxud da aralarındakı tam olmayan bir dərəcə qoyum. Sadəcə onu nəzərə almalıyam ki, burada bucaqların cəmi 180-dir. Yəni, mən bura 100 götürüb qoya bilmərəm də. Çünki 100 qoysam, bura 0 qalır. Yəni, 80-dən böyük, 100-dən kiçik istənilən bir şey qoya bilərəm mən bura 80 qoyandan sonra. Yox, istəsəm mən götürüb bu 80-i sildim. Götürüb bura 79 da qoya bilərəm. Bura 79 qoyandan sonra yenə tək nəzərə almalı olduğum şey odur ki, buradakı bucaq 79-dan böyük olmalıdır. Yəni, ta 79-dan indi də 101-ə kimi istənilən bir şey ola bilər. Amma 101 olmamaq şərtindən. Niyə? Çünki 101 olsa dediyim kimi bu ikisinin cəmi 180 olacaq. B-yə bir şey qalmış olmur. 0 dərəcəli bucaq olmur axı üç bucaqda. Belə. Eyni şəkildə də mən yenə də azalda bilərəm A bucağını. A bucağını mən 1 dərəcə belə götürə bilərəm. Yəni ki, A bucağını 1 dərəcə belə götürə bilərəm. 1 dərəcə götürəndə nə olacaq? Sadəcə nəzərə almalı olduğum şey C bucağı ondan böyükdür, amma B də bundan kiçik olmalıdır A bucağından. Nəyə görə? Çünki B-nin qarşısında duran AC tərəfi A-nın qarşısında duran BC tərəfindən kiçikdir. Ona görə B bucağı da A-dan kiçik. Yəni, bu 1 dərəcədən kiçik bir bucaq olmalı. 0,9 dərəcə mi olur, 0,8 mi olur, sonsuz sayda dərəcə var. Hətta A bucağı 80-dən böyük belə ola bilər, amma ən böyük ola biləcək A-nın dərəcəsi 90-dan kiçik olmalıdır. Niyə? Çünki bura 90 dərəcə olsa, yəni düzbucaqlı üçbucaq olsa, A-ya tutaq ki 90 dərəcə dedik, amma oxşamır o heç, orası elədir. 90 dərəcə olsa, C bucağı A bucağından böyük ola bilərmi? Mümkün deyil, bərabər belə ola bilməz. Çünki düzbucaqlı üçbucaqda C bucağının A əgər düz bucaqdırsa, digər ikisi iti bucaq olmalıdır. Yəni, onda şərtlər ödənmiş olmur axı. AB ən uzun tərəf olmuş olmur. Amma mən məsəl üçün götürüb bura 89 desəm ola bilər. Niyə ola bilər? Mən C-ni elə bir şey götürə bilərəm ki, bundan böyük olsun və B-yə də nəsə bir şey qalsın. Məsələn, 89,5 götürdüm, tutaq ki. Sonsuz sayda bir şey götürə bilərəm. Bura nə qalır onda? 178,5 isə burada 1,5 qalır dərəcə. Bu anamız dərəcədir. Deməli, biz buradan nə başa düşdük? A bucağı 0-dan 90-a kimi istənilən bir dərəcə ölçüsü ala bilər. 0-dan 90 olmamaq şərtlə. 0 onsuz da ola bilməz. 90 dolanda dediyimiz kimi ən böyük bucaq A olmuş olur. Onun qarşısındakı tərəf ən böyük
tərəf olacağına görə, yəni B-si şərtə uyğun gəlmir. Çünki AB-nin ondan böyük olduğunu bilirik. Ona görə A bucağının ala biləcəyi qiymətlər 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olmalıdır mütləq şəkildə. O da 80 ilə müqayisə eləyəndə kifayət eləmir müqayisə eləməyə. İndi baxaq 47-ci suala. 47-ci suala baxanda götürüb hamısını bir-bir toplamağın mənası yoxdur, toplayıb çıxmağın. Burada bir cəbri cəm görürük. Cəbri cəm nədir? Yəni həm toplama, həm çıxma. Biz bunların yerini istədiyimiz kimi dəyişə bilərik. Məsəl üçün çıx 9,3-ü qabağa keçirdim. 17,3 çıx 9,3 yazdım. Sonra üstə gəl 17,2 daha doğrusu 10,3 dedim. %3'dür. Bu da %2'dir. Çıxılsın 9,2. Üstə gəl 17,1 çıxılsın 9,1. Ha oradan gördüm ki, o hər birindən hər bir 17 tam hissəsi olandan 9 tam hissəsi olanı çıxanda uyğun olanlardan 8 alınır. Yəni 3 dənə 8 alınacaq. Məxrəcdə də 6. Burada gördük ki 24 alındı. Onu da 6-ya böləndə cavab olacaq 4. Çox sadə bir sual. Yəni arxa-arxaya toplasaz belə onsuz da cavaba çatasınız, amma işinizi daha qısa tutmaq üçün bunu eləyə bilərsiniz. Baxaq 48-ci suala. Bir traktor hər iş gün ərzində 9 hektar sahəni şumlayır. 3 bu cür traktor 3 iş gün ərzində neçə hektar sahəni şumlayır? Ümumiyyətlə, traktorların sayı 3 qat artdı, günün sayı 3 qat artdı. Onda şumlanan sahə də nə qədər artmalıdır? Neçə dəfə artmalıdır daha doğrusu? 9 dəfə artmalıdır. 9 dəfə artacaq. Ona görə şumlanan sahə 81 hektar olacaq. Yəni, təkcə belə bir məntiqlə eləyək. Gəlin. Bir traktor 9 hektar şumlayırsa bir günə. Onda 3 traktor bir iş gün ərzində neçə hektar şumlayacaq? 3 traktor bir günə. 3 vurulsun 9 hektar. Onsuz da sadə sualdır. 27 hektar. Bəs 3 traktor bir günə 27 hektar şumlayırsa 3 günə neçə hektar şumlayacaq? O da 3 vurulsun 27. Gördük nəyə görə 9 dəfə çox olduğunu. Həm gün, həm də traktorun sayı 3 dəfə artdığına görə şumlanan sahə də 9 dəfə artacaq düz mütənasib olduğuna görə. Cavab oldu 49. Bərabər xanalı torda verilmiş düzbucaqların təpələri torun düyünlərinə toxunur. Bu düzbucaqlardan sahəsi ən böyük hansıdır? Sadə bir sualdır. Tərəfinin neçə vahid olduğuna baxırıq. Bir-birinə vururuq, sahəsini tapırıq. Məsəl üçün, burada 7-nin 3-ədir. Ona görə sahə nə olacaq? 21. Hamısının üstündə yazaq. Burada neçədir? 6-nın 4-ədir. Sahə olacaq neçə? 24. Burada neçədir? 5-in 5-ədir. Hətta kvadratdır. Amma təbii ki, səhv deyil. Bu düzbucaqlardan hansının sahəsi böyükdür? Çünki biz bilirik ki, kvadrat da düzbucaqlıdır. Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir. Yəni, bir səhvlik yoxdur, yəni. Bunun 5-in 4-ədir, yəni 20-dir. Burada neçədir? 4-ün 6-ya 24. Deməli, ən böyük 3-cüdür kvadrat olandır. Cavab oldu C variantı. 50. A2 rəqəmli ədəddir. Bu ədədin rəqəmlə yazılışında rəqəmlərin yerini dəyişdirməklə alınan 2 rəqəmli ədəd B-yə bərabərdir. A üstəgəl B sadalanlardan hansına bərabər ola bilməz? Deməli, bizə bir ədəd veribdir, 2 rəqəmli. Bu ədədin rəqəmlərinin yerini dəyişirik. Alınan 2 rəqəmli ədəd B-yə bərabər olur. Yəni, A ilə B cəmi rəqəmlərinin yerini dəyişəndə alınan 2 dənə ədəddir. Və deyir, bu cəm hansı ola bilməz? 66 ilə 88 onsuz da gözə asan görünür. Hələ şifahi deyirəm, onsuz da riyazi həllində göstərəcəm. Nəyə görə? Biz başa düşməliyik ki, bu 44 ola bilər də. 44-ün rəqəmlərin yerini dəyişəndə A da B də 44 olanda onların cəmi 88 olur. 66 olanda oradan da 33 gəlir. Amma 3 rəqəmlilər artıq biraz işi çətinləşdirir. Ona görə gəlin bir dəfəlik bütün riyazi həlli göstərim. Onunla da bu sualı həll eləmiş olaq. Deməli, A hansısa bir bu tipli yazılışda yazaq. X, Y. Üstdən nəyə görə xətt çəkirik? Çünki ədədin rəqəmlərini bilməyəndə bu cür yazırıq üstündən xətt çəkərək. Həm mərtəbədəki rəqəmlər. Çünki X, Y yazsam sadəcə o 2 dənə dəyişənin hasili kimi başa düşəcək. Bu olsun A ədədi. Bu da olsun B ədədi. Onların rəqəmlərinin yerini dəyişirik. YX. Məsəl üçün A tutaq ki 78-dirsə, B nə olacaq? 87. Belə. İndi
Bu iki ədədi alt-alta toplayanda x, y üstəgəl y, x. Biz nəyə şahid oluruq? Biz onsuz da onu başa düşməliyik ki, cavab 2 rəqəmli alınıbsa, mütləq şəkildə bu x ilə y toplayanda 10 və yaxud ondan böyük olmalı. Çünki 10 və yaxud ondan böyük olmasa, hansısa bir rəqəmə bərabər olsa, x, y-in cəmi, burada bir rəqəm, sonra x ilə y yenə toplayanda burada da həmin rəqəm 2 rəqəmli olur. Həmin 44-dən 33 nümunəsi. Amma 3 rəqəmlidirsə artıq nəsə yadda mütləq şəkildə qalıbdır. Yəni 10 və yaxud da ondan böyük bir ədəd 19 yox, daha doğrusu 18-ə kimi ola bilər. Çünki 2 dənə rəqəmin cəmi maksimum 18 ola bilər də. Deməli, bu ikisini toplayanda 10 neçə eləyibdir? Onun sonundakı rəqəmə də z deyək. Tutaq ki, 1, bu formalı bir ədəd əldə edirik də, 1z. O z-in də neçə olduğunu bilmirik biz. Belə əldə edəndə nə edirik? Təklik mərtəbəsindəki z-i yazırıq, bir yadda qalır. İndi x ilə y-i toplayanda yenə də həmin 1z eləyəcək də. Həmin 1z elədiyinə görə bir də 1 yaddaydı. Bu dəfə z yox da, z-dən bir dənə böyük bir ədəd yazmalıyıq. Bir vahid böyük ədəd yazmalıyıq. Yadda qalan 1-ə görə. Yəni, bura yazacağımız ikinci rəqəm, z üstəgəl 1-i yazmayacağım. Çünki artıq o rəqəm yazılışı olmur da. Yazacağımız ikinci rəqəm, birinci rəqəmdən başa düşməliyik ki, biz bütün hallar üçün, bu tipli ədədlərdə, bütün hallar üçün bir vahid böyük olmalıdır. Əgər cəm 3 rəqəmli olacaqsa. Niyə? Dediyimiz kimi, bu iki rəqəmi topladıq, nəsə bir 1z, yəni 10 neçə elədik. 10 neçənin arxasındakı rəqəmi yazdıq. Sonra o ikisini toplayanda yenə onluq mərtəbəsindəki x ilə y toplayanda yenə 10 neçə eləyəcək. Amma bir də yaddaydı, bu dəfə yazacağımız rəqəm z-dən bir vahid böyük olmalıdır. Və burada onsuz da 1, bir də z-dən bir vahid böyük ədəd, belə bir ədəd yazırıq. Z üstəgəl 1. Yəni, bu cəmin rəqəmləri 3 rəqəmli olacaqsa, bu cəmin rəqəmləri 1, z üstəgəl 1, bu bir rəqəmdir də, yəni ki. Bir də z. Bu formalı bir yazılış əldə edirik. Bura vurma deyil də, yəni başa düşün ki, rəqəmlərin yazılışıdır. Biz baxırıq ki, həqiqətən 132-də 2, ondan sonra 3 gəlibdir. Məsəl üçün, 154-də 4, ondan sonra 5 gəlib, bir vahid böyük. Amma 172-də elə bir şey yoxdur. 172 ola bilməz. Məsəl üçün, 132 nətər ola bilər? 132 olmağı üçün həmin cəmin, ümumiyyətlə biz başa düşməliyik ki, hansı 2 dənə rəqəmi toplayanda 2 eləyə bilər? Hansı 2 dənə rəqəmi toplayanda cəm 2 eləyə bilər? Məsələn, 9 ilə 3-ü. Deməli, bura 9-dur, burada 3-dür. Və biz bilirik ki, bu ədədlərin rəqəmlərinin yerini dəyişmişik. Deməli, bunun B-nin ikinci rəqəmi 3-dürsə, birinci 3-dür A-da. Deməli, A-nın ikinci rəqəmi 3-dürsə, deməli, bu da 39-dan 93-ə çevrilir. Baxırıq ki, həqiqətən bunları toplayanda 132 eləyir. Və yaxud da 39 ilə 93 yox da 48 ilə 84 olsun. Tək ki, bu ikisinin cəmin toplayanda 12 eləsin, bu ikini bura yazaq. Və yaxud da 57 ilə 75 və yaxud da 66 ilə yenə 66. Hətta artıq çəkdim üstəgəl. Bu da 132 eləyəcək. Qutardı, getdi. Eyni şəkildə 154-də də rəqəmləri cəmi 4 olması üçün, yəni 14 olması üçün, əslində bir yadda qalır deyə, 14 olması üçün, məsəl üçün, nə edə bilərik? 77 ilə 77 götürə bilərik. Başqa 86 ilə 68 götürə bilərik. Toplayanda görəcəyik 154 eləyir. Ondan sonra 95 ilə 59 götürə bilərik. Ola da toplayanda görəcəyik ki, 154 eləyir. Başqa da yoxdur. 172 artıq elə bir şərti ödəmir. Başda da başa saldığım kimi. Yəni, elə 2 ədəd tapa bilməzsiniz ki, 2 rəqəmli. Onların rəqəmlərinin yerini dəyişəsiniz və onların cəmi 172 olsun. Cavab oldu D variantı. Təbii ki, sualın məntiqini başa düşəndə bir-bir götürüb ədəd yoxlamayacaq. Lazım olan ədədləri yoxlayacaq sadəcə. 51-ə baxaq. Şam ağacının hündürlüyü x metr, şabalıdın hündürlüyü isə y metrdir. Deməli, İçində baş hərfi indi. Bura şam olsun. Burada şabalıd olsun. Deməli, şamın hündürlüyü x-dir, şabalıdın hündürlüyü də y metrdir. Şam ağacı şabalıddan 5 metr hündürdür. Salamlardan bu nisbətən çox sadə bir sualdır. Yəni, ibtidai sinif səviyyəsində sual desəm o da olar. Yəni, x çıxılsın, y 5-dirsə, şam ağacı şabalıddan 5 metr hündürdürsə, deməli, x də bərabərdir, y üstəgəl
5-ə. Qutardı getdi. Yəni bundan da sadə sual ola bilməz. İndi baxaq göstəricilərin təhlilinə. Bizdə nə veribdi? Diaqramda 2001-2005-ci illərdə ölkədə adam başına neçə kiloqram meyvə, taxıl və tərəvəz yetişdirildiyi göstərilmişdir. Adam başına neçə kiloqram? Məsəl üçün 2001-ci ilə baxanda adam başına həmin ildə bu deməli dənli bitkini göstərir. Meyvə ilə bir-birinə bənzəyir, amma meyvədə xətt, nöqtədir. Bu deməli dənli bitkini göstərir. Məsəl üçün 2001-ci ildə adam başına 140 kiloqram dənli bitki var idi. 70 kiloqram aralar bu ədədlərin ortasıdır. 70 kiloqram tərəvəz, ondan sonra 30 kiloqram da meyvə var idi. İndi baxaq, yəni sadə bir diaqramdır. 52-ci sual. 2004-cü ildə 2002-ci ildəki müqayisədə adam başına dənli bitkilər istehsalı neçə kiloqram azalmışdır? 2004-də 2002 ilə müqayisədə nə qədər azalıb? 2004-də baxırıq ki, dənli bitki adam başına nə qədərdir? Burada 70 kiloqramdır. 2002-də baxırıq ki, 150 kiloqramdır. Nə qədər azalıbdır? 150-dən çıxırıq 70-i. 150-dən 70-ə düşübdür. Olubdur 80 kiloqram. Həmin azalma 80 kiloqramdır. Deməli, hansı ildə ölkədə yetişdirilmiş tərəvəzin miqdarı həmin ildə yetişdirilmiş meyvə və dənli bitkilərin ümumi miqdarından az, ancaq meyvənin və dənli bitkilərin ümumi miqdarının yarısından çox olmuşdur. Deməli, biraz qarışıqdır. Tam başa düşək, sonra diaqrama keçək. Hansı ildə ölkədə yetişdirilmiş tərəvəzin miqdarı həmin ildə yetişdirilmiş meyvə və dənli bitkilərin ümumi miqdarından az, ancaq yarısından çoxdur da. Deməli, tərəvəz məsəl üçün. Baxırıq ki, tərəvəz məsəl üçün burada 70 kiloqramdır 2001-ci ildə. Ümumi miqdarından təbii ki, az olacaq. Çünki təkcə dənli bitkidən belə azdır. Üstünə meyvəni gələndə az olacaq. Məsəl üçün, 70 kiloqramdır dənli bitki 2001-ci ildə. Ancaq meyvə ilə dənli bitkinin cəmi nə qədərdir? 140, üstə gəl 30, 170. Amma bunun yarısından da çox deyil də, yəni 170-in yarısı 85 eləmirmi? Bizdə lazım idi ki, tərəvəz onların ümumi miqdarının yarısından çox olsun. Özün cəmindən az olsa belə. Deməli, ödəmədi. Baxdıq bura. Bura baxanda nə görürük? 80 kiloqramdır tərəvəz. Meyvə ilə dənli bitkinin cəmi nə qədərdir? Deməli, 50 kiloqramdır meyvə. Dənli bitki də 150-dir. Deməli, 200-dür. 200-ün yarısından çoxdurmu? Yox, çox deyil tərəvəz. Ona görə bu da ödəməyəcək. Sonra bura baxanda bura ola bilər. Çünki tərəvəz xeyli artıbdır. Görürük həm dənli bitki, həm də meyvədə azalma olubdur. Burada mümkün də olması. İndi baxırıq. Deməli, tərəvəz 100 kiloqramdır. Tərəvəz 100-dür. Meyvə 20 kiloqramdır. Dənli bitki isə neçədir? 130-dur. 20 ilə 130 toplayanda 150. Ümumi miqdarından azdır tərəvəz, meyvə və dənli bitkinin, amma yarısından, yəni bunun yarısı 75 eləyəcək, çoxdur. Ona görə cavab olacaq neçə? 2003-cü ildə. Digər illəri də təhlil eləyəndə görürük ki, tərəvəz o ikisinin cəmindən belə çox olacaq toplayanda. Məsəl üçün, burada dənli bitki görürük 70-dir, meyvə isə 40-dır. Toplayanda neçə eləyir? 110. Amma 140-dır tərəvəz. Onların cəmindən az olmalı idi. Onda da bu şərt ödəmir. Amma ancaq 2003-cü il həmin iki şərtin ikisini də ödəyir. Ona görə doğru cavab olacaq. Baxaq 54-cü suala. 2001-2005-ci illərdə adam başına meyvənin məhsulu hansı hüdudlarda tərəddüd edirdi? 2001-2005-ci ildə meyvə yəni hansı aralıqda dəyişirdi? Yəni ən az və ən çox. Biz başa düşürük ki, ən az nə qədər olubdur? 20, ən çox da 60 olub. Yəni biz başa düşürük ki, 20-60 aralığında dəyişibdir meyvənin miqdarı. Təbii ki, cavab olacaq 20-60 aralığında dəyişdiyi. 55. 2004-cü ildə ölkənin əhalisinin miqdarı 2001-ci ildəki ilə müqayisədə 20% artdı. 2004-də 20%. 2004-cü ildə ölkədə yetişdirilmiş tərəvəzin ümumi miqdarı 2001-ci ildəki ilə müqayisədə nə qədər çoxdur? Nə qədər, neçə dəfə çoxdur? Nəzərdə tutubdur. Burada dəfə ilə veribdir onsuz da. Baxın. Deməli, 2004-cü ildə əhalinin miqdarı 2001 ilə müqayisədə 20% artdı. Yəni 2001-də
x idisə əhalinin sayı. 2004-cü ildə 20% artdı, oldu 1,2x. İndi 2004-cü ildə ölkədə yetişdirilmiş tərəvəzin ümumi miqdarını biz necə tapa bilərik? Və yaxud da 2001-dəkini. Əhali bu qədərdir. Bizə diaqramda da verib ki, adam başına bu qədər, yəni hər adama bu qədər kiloqram tərəvəz düşübdür. Əhalinin sayını vuracaq tərəvəzin miqdarını adam başına düşən tapacaq ki, ümumi tərəvəz miqdarı nə qədər olub həmin il. Məsəl üçün 2001-ci ilə baxaq tərəvəzə. 2001-ci ildə tərəvəz görürük ki, nə qədərdir? 70 kiloqram. Əhalinin sayı da x-dir. Yəni 70 vurulsun x bərabər də olacaq 70x kiloqram tərəvəz olubdur. Yəni məsəl üçün nə mənaya gəlir? Tutaq ki, əhalinin sayı 1 milyon olsaydı, təbii ki, həmin ildə böyük ehtimal Gürcüstanda əhalinin sayı daha çox olub. Yəni asan ədəd olması üçün deyirəm. 1 milyon olsaydı və adam başına 70 kiloqram düşsəydi, biz konkret tapardıq, amma nə qədər olduğunu bilmirik əhalinin. Ona görə dəfə ilə veribdir cavabı bizə. 70x, məsəl üçün 70-i 1 milyona 70 milyon kiloqram tərəvəz olubmuş həmin il ölkədə. O mənaya gəlir. Bəs 2004-cü ildə əhali sayı 1,2x-dir. Bəs tərəvəz miqdarı nə qədərdir 2004-cü ildə? Baxırıq ki, 140 kiloqram. 140-ı vuracaq 1,2x-ə, 1,2-dir. O da eləyəcək 1,2-ni 140-a vuranda 168 eləyir. 168 x kiloqram meyvə var. Meyvə deyirəm, tərəvəz var. İndi bu bundan neçə dəfə çoxdur? 168x-i bir ədəd digərindən neçə dəfə çoxdur? Bölürük. 70x-ə. X-lər getdi ixtisar. Ondan sonra. Burada 7-yə ixtisar var. Bunu 7-yə böləndə eləyəcək 24. Bunu da 7-yə böləndə 10. 24 da 10-a böləndə eləyəcək 2,4. Vergül bir dənə sola gəlir. Deməli 2,4 dəfə çox imiş. Təbii ki, nə qədər çox olduğunu tapa bilməyik. Ona görə deyirəm, bu nə qədər uyğun gəlmir. Çünki biz tapdıq ki, 168x-dir meyvənin miqdarı 2004-cü ildə. 2001-ci ildə isə 70x. Biz bundan çıxsaq, nə qədər olduğunu tapmaq üçün 70x-dən çıxsaq, nə tapırıq? 98x kiloqram tərəvəz var imiş. X-in əhalinin sayının nə olduğunu bilmədən biz hardan bilə bilərik ki, bu neçədir? Ona görə dəfə iləndir, ona görə də cavab 2,4-dür. Baxaq 56-cı suala. P və Q natural ədədlərdir. P üstəgəl 1 kimi, P üstəgəl 26 da Q-ya qalıqsız bölünür. Sadalanlardan Q hansına bərabər ola bilər? Yəni, elə bir ədəd olmalıdır ki, həm P üstəgəl 1-ə, həm də P üstəgəl 26-ya. Gözümüzə birinci çarpan olmalıdır ki, bu ədəd P üstəgəl 26 bundan 25 vahid böyükdür. Q 2 ola bilərmi? Məsəl üçün, dedik ki, bu 2-yə qalıqsız bölünür, tutaq ki. Ondan 25 vahid böyük olan ədəd 2-yə qalıqsız bölünəcəkmi? Digər bir ədədin 2-yə qalıqsız bölünməyi üçün biz bu P üstəgəl 1-in üstünə 2-nin tam qatını gəlib və yaxud da çıxmalıyıq. Tam qatı deyəndə onsuz da çıxma nəzərdə alınmır, onsuz da mənfi qatı. Məsəl üçün, mənfi 1 deyəndə 2-ni mənfi 1-ə vuranda, yəni 2 azaldanda da 2-yə bölünəcək mənasına gəlir. Ona görə tam qatının üstünə gəlsək, desək kifayətdir yəni əslində. Üstə gəlib çıxanda da onda natural qatını deyək. Natural qatının üstünə gəlib çıxanda da ədəd 2-yə qalıqsız bölünməlidir. Yəni, bir ədəd 2-yə bölünürsə, üstünə 25, hansı ki 2-nin bir qatı deyil. 2-yə bölünən ədədlər 2 artır. 2 artanda üstünə 24 gələndə 2-yə qalıqsız bölünə bilər və yaxud 26 gələndə 2-yə qalıqsız bölünə bilər. Ona görə P üstəgəl 26 2-yə qalıqsız bölünə bilməz, əgər bu bölünürsə. Və yaxud da P üstəgəl 26 bölünürsə, ondan 25 vahid kiçik olan bir ədəd bölünə bilməz. Ondan 24 vahid kiçik olan bölünə bilər. 24 2-nin qatıdır, 12 qatıdır. 26 vahid kiçik olan bölünə bilər, amma 25 vahid bölünə bilməz. Yəni, bir ədəd bölünürsə, onun üstünə də həmin ədədə bölünən ədədi gələndə bölünə bilər. Yəni, P üstəgəl 1 bölünürsə, onun üstünə 2-yə bölünən bir ədəd gələndə o da 2-yə qalıqsız bölünə bilər. 25 2-yə qalıqsız bölünmür axı. Və yaxud da 3 ola bilməz. P üstəgəl 1 bölünürsə, onun üstünə 25 3-ə qalıqsız bölünən bir ədəd deyil axı. Ki, yəni 3-ün qatı deyil ki, o da 3-ə qalıqsız bölünsün. Və yaxud da tam tərsi. P üstəgəl 26-nı götürək 3-ə bölünsün. Yəni, 2 tərəfli də olar da. Biri bölünəndə digəri bölünməyəcək onsuz da. Çünki P
P üstə gəl 26 3-ə qalıqsız bölünürsə, ondan 25 vahid kiçik ədəd 3-ə qalıqsız bölünməyəcək. Çünki 25 3-ə qalıqsız bölünən bir ədəd deyil, yəni 3-ün qatı deyil. Eyni şəkildə 4-də də olmayacaq, 6-da da olmayacaq. Çünki 25 nə 4-ə qalıqsız bölünür, nə 6-ya, amma 5-ə. Yəni P üstə gəl 1-i 5-ə böləndə qalıqsız bölünürsə, ondan 25 vahid böyük bir ədədi də 5-ə böləndə qalıqsız bölünəcək. Çünki 25 5-ə qalıqsız bölünür. 25 5-in bir qatıdır. Hətta biz onu deyə bilərik ki, burada qismət nə alınırsa, tutaq ki, burada qismət x alınır. Burada qismət ondan 5 vahid böyük olacaq. Çünki həmin əlavə elədiyimiz 25-in içində 5 dənə də 5 var. Ona görə. Yəni hətta belə bir sual ola bilərdi. Tutaq ki, bu hər iki ədəd 5-ə bölünür. Burada alınan qismətdən neçə vahid böyükdür? O da 5 vahid böyükdür. Oldu C variantı. 4x 24-dən 3 dəfə az olduqda x bölü 2-ni tapın. Çox sadə bir sual. 4x bərabərdir 24 bölü 3-ə. Deməli 4x bərabərdir 8-ə. X də bərabərdir 8 bölü 4-dən 2-yə. X 2-dirsə x-in yarısı, yəni x bölü 2, 2-də x fərqi yoxdur. O da bərabər olacaq 1-ə. Cavab oldu variantı. Qutuda 8 göy, 6 qırmızı, 5 yaşıl və 4 ağ kürəcik vardır. Qutuya baxmadan kürəcikləri götürməyi planlaşdırırlar. Aralarında hökmən hər rəngdən 2-2 kürəcik olması üçün qutudan minimum neçə kürəcik götürülməlidirlər? Götürməlidirlər ya da götürülməlidir, neysə. Deməli, bu tip suallar imtahana bir neçə dəfə düşübdür və həqiqətən keyfiyyətli sualdır və həqiqətən çox adamın çaşa biləcəyi sual tiplərindəndir. Bizim məqsədimiz nədir? Qutuya baxmadan kürəcikləri götürürük. Elə sayda bir kürəcik götürməliyik ki, yəni tam əmin olmalıyıq ki, hökmən nədir? Yəni tam əmin oluruq ki, hər kürəcikdən 2-2 götürmüşük. Biz 12 dənə götürəndə əmin ola bilərikmi ki, hər kürəcikdən əlimizdə 2-2 var? Yox, əmin ola bilmərik. Niyə? Çünki ola bilsin 8 dənəsi göy gəldi, 4 də qırmızı gəldi. Hər kürəcikdən əlimizdə 2-2 varmı? Yoxdur. Yaşılla ağ yoxdur məsəl üçün. Və yaxud da başqa bir variant da deyə bilərik. Bəs hardan tam əmin ola bilərik ki, neçə sayda minimum neçə dənə götürəndə tam əmin ola bilərik ki, əlimizdə 2-2 kürəcik hər rəngdən var. Onda nə edirik? Yəni ən pis halda 8 göy götürdük, 6 qırmızı, 5 yaşıl, 2 dənə də ağı götürəndə artıq tam əmin oluruq ki, əlimizdə 2-2 kürəcik var. 8 üstə gəl 6 üstə gəl 5 üstə gəl 2. Ağdan da 2 dənə olması üçün. Deməli, neçə oldu cavab? 21. Yəni 21 dənə götürəndə minimum, 21 dənə götürəndə biz əmin ola bilərik ki, hər kürəcikdən 2-2 var əlimizdə. Nəyə görə 20 dənə ola bilməz? 20 dənə götürəndə niyə əmin ola bilmirik ki, biz hər kürəcikdən 2 dənə var? Ola bilsin biz 20 dənə elə götürdük ki, 8-i göy çıxdı, 6-sı qırmızı çıxdı, 5-i yaşıl çıxdı, artıq 19 dənə kürəcik çıxıbmı? Bir dənəsi də ağ çıxdı. İndi əlimizdə hər kürəcikdən 2 dənə oldu mu? Yəni bu pis hala görə biz tam əmin ola bilmirik ki, əlimizdə hər kürəcikdən 2 dənə var. Yəni minimum 21 dənə götürməliyik ki, bilək ki, hərəsindən 2 dənə mütləq şəkildə olacaq. Yəni sualın məzmunu budur. Başa düşməli olduğumuz şey budur. Deməli oldu C variantı. Baxaq 59-a. ABC üçbucağının AB tərəfinin uzunluğu BC tərəfinin uzunluğundan 5 dəfə artıqdır. AC tərəfinin uzunluğu BC tərəfinin uzunluğundan artıq ola bilər neçə dəfə? Üçbucaq bərabərsizliyi sualıdır, sadə. Deməli, çəkək bir dənə ABC üçbucağı. Yəni bunu gördünüzsə, bir dənə ABC üçbucağını götürüb çəkməliyik. Tərəfin uzunluqlarına mənim çəkdiyimdə çox fikir verməyin. Yəni götürüb desəm ki, indi bir dəqiqə, AB tərəfinin uzunluğu BC tərəfinin uzunluğundan 6 dəfə artıqdır. Deməli, bura AB olsun, ən azından uzun olandır. AB, C. Hətta uzun olan olmayacaq. Onu da nəyə görə deyəcəm? Deməli, bura 5x-dir, yəni ki, BC tərəfinin uzunluğundan BC də x-dir. İndi deyir ki, AC nə ola bilər? Biz bilirik ki, AC-nin ala biləcəyi qiymətlər hansı aralıqda yerləşməlidir? Dəyişənlə olsa belə bilməliyik də. Biz bilməliyik ki, üçbucaq bərabərsizliyinə görə AC bu iki tərəfin fərqindən böyük olmalıdır. Təbii ki, hansının böyük olduğuna görə modula ehtiyacımız yoxdur. Normalda biz belə yazırdıq. İki tərəfi modulda açıq B. Hansının böyük olduğunu bilmədiyimizə görə. Yəni
A-nın B-dən böyük olduğunu bilmədiyimizə görə modulda yazırdıq. Ola bilsin biz götürüb 3-dən 4-ü çıxaq. Tərəflər 3, 4 olanda. Onda -1 alınır, amma onların fərqi 1-dir, müsbət fərqi. Nəysə, bu bir demiş olduq bunda. Yəni onların fərqindən 5x çıxılsın x-dən, yəni 4x-dən böyük olmalıdır. Kiçik olmalıdır. Nədən? Onların cəmindən 6x-dən kiçik olmalıdır. Yəni nə ola bilər? Tam qatı, x-in tam qatlarına baxanda 6x ola bilməz, çünki 6x-dən kiçik, 4x ola bilməz, 4x-dən böyük olmalıdır. Deməli, tam qatlarına baxanda x-in görürük ki, yalnız 5x. Yəni, BC tərəfinin uzunluğu BC x-dirsə, yəni BC tərəfinin uzunluğundan 4-5 dəfə artıq ola bilər. Sadədir, yəni 4x nəyə görə ola bilməz? AC 4x olanda, bu 4x-dən x-in cəmi nədir? 5x. 5x ola bilərmi bu? Üçbucaq bərabərsizliyinə görə 2 tərəfin cəmi 3-cüdən böyük olmalıdır. 4x ola bilməz, 3x ola bilməz, 2x də. Yəni 4x və yaxud da ondan kiçik heç bir şey ola bilməz. Çünki onların cəmi 5x-dən kiçik və yaxud da bərabər olacaq. 4x olanda bərabər. 6x və yaxud da ondan böyük bir şey ola bilməz. Çünki 6x də olanda görürük ki, 5x-dən x-in cəmi o 6x-dən böyük deyil. Bərabər olacaq, o da ola bilməz. Böyük olmalıdır. 5x-dən x-in cəmi 6x-dən. Təbii ki, 6x-dən böyük bir ədəd ola bilməz. Çünki böyük olanda da artıq təbii ki, 5x-dən x-in cəmi 6x deyilmi? Buradakı da 6x-dən böyük olanda biz görürük ki, bu iki tərəfin cəmi bu üçüncü tərəfdən kiçik olur. Amma bilirik ki, böyük olmalıdır üçbucaq bərabərsizliyinə görə. Ona görə 6x-dən də kiçik olmalıdır. Orada ola biləcək bütün qiymətlər ola bilər, amma tam qatlarına baxanda yalnızca x-in 5 qatı ola bilər. 60-cı suala baxaq. Şirkətin aldığı tikinti materialından 32 tonu qum, 18 tonu sement idi. Deməli, qum yazaq 32 tondur, sement də 18 tondur. Şirkət qumun 25%-ni və sementin 50%-ni ambarda saxladı. Qalanını isə tikinti meydanına apardı. Şirkət aldığı tikinti materialının neçə faizini ambarda saxladı? İndi. Deməli, ən axırda bizdən nə qədər sualı verməyibdir. Neçə faizini, yəni toplam qumun və sementin neçə faizini ambarda saxlayır. Ümumiyyətlə, görə ambarda neçə ton saxlayıbdır? 32 vurulsun, həmin qumun 25%-ni saxlayıbdır. %25-ini tapaq 32-nin. Bu 4/1-dir onsuz da. Yəni, ədədin 25%-i onun 4/1-idir. Sadəcə yazıram, sonra da ixtisar edirəm, yenə də qarışıqlıq olmasın. 32-ni də 4/1-ə, bu 4 ilə 32 ixtisar gedir, 4-ə 8 qalır. Deməli, 32-nin 25% 8 tondur. Yəni, saxlanılan qum ambarda 8 tondur. Bəs sement 50% deyirsə, yarısıdır. Nəysə yazaq onda. 18 vurulsun, %50. O da bərabərdir. Bunlar gedir, onlar 2/1. 18 vurulsun, 2/1, 50-yə ixtisardan sonra. 18-i də 2-yə ixtisar aparanda olacaq 9. Deməli, 9 ton sementi də ambarda saxlayıb. İndi deyir, şirkət aldığı tikinti materialının neçə faizini ambarda saxladı? Yəni, bir ədəd digərinin neçə faizini təşkil edir? Yəni, 8 üstə gəl 9 ton ambarda saxlamayıb bütün tikinti materialını. Yəni, 17 ton ambarda saxlayıbdır. Və bu 17 ton toplam tikinti materialı nə qədərdir? Baxırıq ki, 50 tondur. Yəni 17 ton 50 tonun neçə faizini təşkil edir, onu tapmalıyıq. Hansı hissəsini təşkil edir deyəndə 17-ni 50-yə bölürük. Neçə faiz deyəndə artıq onluq kəsirdən faizə keçəndə də 100-ə vururuq. Yəni 100%-ə. Bu getdi ixtisar. Burada 2 qaldı. 2-nin 17-yə vuranda 34%-ni təşkil edirmiş. Ambarda saxlanan tikinti materialı bütün tikinti materialının. Baxaq 61-ci suala. 2 ədədin cəmi bu ədədlərin hər birindən azdır. Bu ədədlər arasında ən böyük yoxsa 0-mı? Sadə bir sualdır. Sadə bir məntiqi yanaşma ilə eləmək olar. Bərabərsizlik bilən bir abituriyentin bunu eləməmək imkanı da yoxdur. Deməli, 2 dənə ədəd olsun A ilə B. Deyir ki, onların cəmi onların hər birindən azdır. Yəni, A üstə gəl B A-dan da kiçikdir. A üstə gəl B B-dən də kiçikdir. Yəni, eyni anda. Bunu sistemə də qoyaq. Yəni, hər ikisi eyni anda ödənir də bunların. Nə deməkdir? A-nı digər tərəfə keçirsək, nə olacaq? B kiçikdir A çıxardan, yəni 0-dan. B-ni bu dəfə digər tərəfə keçirsək, A kiçikdir B çıx B-dən, yəni 0-dan. Yəni, deməli, bunların hər ikisi 0-dan kiçikdir. Hansının böyük olmasının önəmi yoxdur.
Yəni ikisi də mənfi ədəddir. Biri böyük olsa nə olacaq? Onsuz da ikisi də sıfırdan böyükdür. Daha doğrusu sıfırdan kiçikdir ikisi də. Ona görə də cavab olacaq B variantı. Məntiqi yanaşma deyəndə nəyi nəzərdə tuturam? Fikirləşin ki, A-nın üstünə bir ədəd gəliblər, A-dan kiçik olubdur. Başa düşməliyik ki, artıq A-nı kiçiltmişiksə, deməli üstünə nə sıfır, nə də müsbət bir ədəd gəlməmişik də. Deməli üstünə mənfi ədəd gəlmişik ki, bu ədəd kiçilibdir. Eyni qaydada da B-də. 62-yə baxaq. Mağazada eyni cür sumkalar, papaqlar və eyni cür eynəklər satılır. Sumka eynəkdən 4 dəfə bahadır, papaq sumkadan 5 lari ucuzdur. Sadəcə bir dəyişənlə ifadə edək bunları. Deməli, bizdə nə var? Çanta var, yəni sumka yazıblar, papaq. Bir də eynək var. İndən başda bizə nə deyir? Çanta eynəkdən 4 dəfə bahadır. Yəni biz çantaya 4x deyək, eynəyə də x deyək. Ondan sonra deyək, papaq çantadan 5 lari ucuzdur. Yəni 4x-dən 5 lari ucuz, 4x çıxılsın 5. İndi papağın qiyməti mi, yoxsa 3 eynəyin qiyməti mi çoxdur? Biz təbii ki, bunu bilə bilmərik. Çünki papağın qiyməti 4x çıxılsın 5-dir. Onu biz müqayisə eləməliyik 3x-lə. Biz bunu necə müqayisə edib? 4x üstəgəl 5 olsa, hə, böyük olardı. 4x olsa da böyük olardı. Amma 4x-dən 5 çıxanda biz bilə bilmərik 3x-dən böyük eləyəcək. Nəzərə alırıq ki, biz x müsbət bir ədəddir. Çünki qiyməti ifadə eləyir. Çünki bunlar müəyyən bir halda bir-birinə bərabər ola bilər. Həmişə də belə başa salıram. Müəyyən bir halda bir-birinə bərabər ola bilər. Hansı halda? 3x-i digər tərəfə atdın, x 5-i də o biri tərəfə. Nə oldu? 4x çıx 3x. Yəni x bərabər 5. Yəni x 5 olanda papağın qiyməti də 15 olur. Eynəyin qiyməti də. Müəyyən bir halda 4x çıxılsın 5 3x-dən. Yəni 3 eynəyin qiymətindən böyük ola bilər. Hansı halda? Yenə 3x-i digər tərəfə atanda, burada da x 5-də digər tərəfə atanda böyükdür 5. Yəni x 5-dən böyük olanda, 5-dən böyük istənilən bir qiymət üçün bir dənə papağın qiyməti 3 eynəyin qiymətindən böyük olacaq. Məsəl üçün yerinə 6 qoyaq. Nə olacaq? 4 vur 6 oldu 24, çıx 5, 19. 3 dənə eynəyin qiyməti neçə olacaq? 3x. Yəni 3 vur 6, 18. 19-lar 18-lərdən bahadır. Təbii ki, mən təkcə bir dənə tam natural ədəd qoydum. 5 ilə 6 arasında sonsuz sayda onsuz da həqiqi ədəd var. Onların istənilən birini qoyun. Onsuz da yenə də görəsiniz ki, bir dənə papağın qiyməti 3 eynəyin qiymətindən bahadır. Və yaxud da hansı halda bu 3 eynəyin qiymətindən kiçik olacaq bir papağın qiyməti? Burada da x 5-dən kiçik olanda. Yəni çantanın qiyməti, yəni x eynəyin qiyməti 5 laridən kiçik olanda, onda da başa düşürük ki, 3 dənə eynəyin qiyməti bir dənə papağın qiymətindən böyük olmuş olur. Burada gördüyünüz kimi. Yəni müəyyən hallarda bunları müqayisə eləmək olar. Yəni x-in, yəni eynəyin qiymətinin nədən böyük, nədən kiçik və yaxud da nəyə bərabər olduğunu, 5-ə bərabər olduğunu biləndə müqayisə eləmək olar. Amma təkcə əlimizdə götür bu ikisini müqayisə elə deyibsə, eləyə bilmərik. Ona görə cavab nə olacaq? C variantı. İndi baxaq 63-cü suala. Deməli, dairəvi diaqramda şirə hazırlamaq üçün müəssisəyə gətirilmiş meyvənin faizlə nisbəti göstərilmişdir. Albalı şirəsi hazırlayarkən itki albalının çəkisinin 22%-ni, gavalı şirəsi hazırlayarkən isə itki gavalının çəkisinin 32%-ni təşkil eləyir. Deməli, gətirilmiş albalıdan hazırlanmış şirənin miqdarı, gətirilmiş gavaldan hazırlanmış şirənin miqdarı. Yəni, bu ümumiyyətlə gətirilmiş meyvələrdir və bunların da yenə müəyyən faizi itkiyə gedir. Məsəl üçün, albalı şirəsi hazırlayarkən itki albalının çəkisinin 22%-dir. Yəni 22% itkiyə gedirsə, yəni nə qədər albalı varsa onun 78% qədər, o çəkinin 78% çəkisi qədər albalı şirəsi əldə eləmiş oluruq. Eyni qaydada da 68% qədər də gavalı əldə eləmiş oluruq. Birinci gəlin görək burada gavalı neçə faiz təşkil edir gətirilmiş meyvələrin. Nəyə görə bunu tapa bilərik? Çünki 2 dənə meyvənin onsuz da bizə gətirilmiş hissəni 100% olduğunu bilirsə, ikisi veribdir. Üçüncünü tapmaq üçün bu ikisini topladıq 70. Deməli, gavalı da gətirilən meyvənin 30%-ni təşkil eləyir. İndi gətirilmiş albalının 30%-i, 30% isə bütün meyvələrin. Onun da 22%-i itkiyə gedir meyvə şirəsinin. Yəni, tutaq ki, 100x
miqdar x demirəm, çünki onda 30%, 25%, 0,3x, 0,25x kəsr ədədlərlə işləməyək deyə ümumi miqdara 100x deyirəm. Onda albalı nə qədər gətirilmiş olur? 30x. Və ondan alınan şirənin miqdarı nə qədər olacaq? 22%-i itkiyə gedirsə, deməli nə qədər gətirilibsə, onun 78%-dən albalı şirəsi alacaq. Yəni %78 olacaq albalı şirəsi. Heç tapmayacağam. Niyə? Çünki artıq burada bir şey görmüşəm. Gavalı da 25x olacaq. 100x-in 25%-i. Onun da 32%-i itkiyə gedirsə, deməli 68%-i şirə olacaq. %68. Təbii ki, nəyə görə müqayisə tapmadım? Çünki mən artıq burada görürəm ki, 30x onsuz da albalı gavaldan çoxdur. Və albalının da daha böyük bir hissəsindən biz şirə almış oluruq. Nəinki gavalının daha böyük bir hissəsi. Yəni, nəzərdə tutduğum şey budur. Burada 2 dənə vuruq var. Burada da eyni qaydada. Bu vuruq da bundan böyükdür. Eyni şəkildə bu da bundan böyükdür. 2 dənə hasildə hər iki vuruq ayrı-ayrılıqda böyükdürsə, digər iki vuruqdan təbii ki, müsbət ədədlərdə danışırıq biz bunu. Ona deməli, avtomatik şəkildə buradakı hasil bundan böyük olacaq. Deməli, alınmış albalının miqdarı, albalı şirəsinin miqdarı gavalı şirəsinin miqdarından çox olacaq. O da olacaq cavab A variantı. Tapa da bilərik, ixtisardan görəcəyik ki, x-in əmsalı axırda daha böyükdür. Bunları ixtisar eləyəndən sonra, amma ehtiyac yoxdur. Eləyə bilərsiniz siz. 64-cü suala baxaq. Ən böyük kəsiyin uzunluğunu bu fiqurun nöqtələrini bir-biri ilə birləşdirən kəsiyin yayılma göstəricisi adlandıraq. ABCD dördbucaqlısının perimetri 18 cm-ə bərabərdir. ABCD dördbucaqlısının yayılma göstəricisi yoxsa 9 cm. Həqiqətən çox yaxşı bir sualdır. Hətta bu ilə düşmüş ən yaxşı sualdır deyə bilərik. Nəyə görə? Bizə ümumiyyətlə başda demək istədiyi şey biraz qarışıq göstərilibdir. Amma başa düşəndə nə başa düşürük buradan? Bir fiqurun ən böyük parçasının, yəni kəsik deyəndə parçanı nəzərdə tuturuq. Ən böyük parçasının uzunluğunu bu fiqurun nöqtələrini birləşdirən, 2 dənə nöqtəsini birləşdirən, bu nöqtə deyəndə təpə nəzərdə tutulmur. İstənilən, fiqurun üzərindəki istənilən nöqtə ola bilər. İstənilən 2 nöqtəsini birləşdirən parçalardan ən böyüyünə onun yayılma göstəricisi deyilir bu fiqurun. Yəni orada fiqurun 2 dənə nöqtəsini birləşdirən sonsuz sayda parça ola bilər. İndi ABCD dördbucaqlısı var, ixtiyari bir dördbucaqlıdır. Çəkirik ABCD dördbucaqlısını. Yəni bizə şərtdə nə deyib onu göstərim mən. İxtiyari bir dördbucaqlı. Hətta biraz trapesiya oxşadı, bunlar paralel deyil, heç o da paralel olmasın. Paralel olduğunu qeyd eləmirəm, sonuçta paralel kimi nəzərə almayacaq. Bunu biraz belə eləyək. Aha. Deməli, bu fiqurun nöqtələri, təpələrini qeyd eləyək birinci. A, B, C, D. Nisbətən uzun izah olacaq, çünki həqiqətən keyfiyyətli sualdır. Bizə deyir ki, ən böyük parça, fiqurun yəni yayılma göstəricisi, onun nöqtələrini birləşdirən parçalardan ən uzunudur. Həmin ən uzunu biz necə tapa bilərik? Hardan bilərik ki, o ən uzun parça 9 cm-dən necə müqayisə eləyə bilərik? Birincisi, perimetrin 18-ə bərabər olduğunu bilirik. Təbii ki, təpələr olsa nisbətən asan sual olardı. Çünki, məsəl üçün, belə deyək, perimetr 18-dir, onu qeyd eləyək. Perimetr 18, yəni bu 4 tərəfin uzunluqları cəmi 18-ə bərabərdir. Təpələrini birləşdirən parçalardan ən uzunu hansı idi? Onu 9 ilə müqayisə eləyə bilərdik. Nisbətən asan sual olardı. Nəyə görə? Birinci 4 tərəfdir, AB təpəsini birləşdirən, BC təpəsini, CD, bir də AD. Bu parçalar bir də diaqonallardır. Biz bilirik ki, bunların hər biri 9-dan kiçik olmalı. 9-a bərabər və yaxud ondan böyük ola bilməz. İndi niyəsini deyək. Tərəflər, birinci diaqonalları deyək. Diaqonallar nəyə görə 9-dan böyük və yaxud ona bərabər ola bilməz? Burada biz, məsəl üçün, AC diaqonalına baxanda, burada 2 dənə tərəf görürük. 2 dənə üçbucaq əmələ gəlir. Məsəl üçün, burada ABC üçbucağına baxaq. Bu ABC üçbucağında təkcə AB və BC tərəfi, CD və AD tərəfi hərəsi bir tərəfdə qalmış olur diaqonaldan. Deməli, onların hər biri, həmin AB, BC-nin cəmi, bir də CD ilə AD-nin cəmi, ya hər ikisi 9 ola bilər. AB ilə BC-nin, AD ilə də DC-nin cəmi hər ikisi 9 ola bilər ki,
perimetr 18 olsun. Və yaxud da biri 9-dan böyük olacaq o iki tərəfin cəmi. Yəni AB ilə BC-nin cəmi, CD ilə də AD-nin cəmi. Biri 9-dan böyüksə, təbii ki, digəri də 9-dan kiçik olmalıdır ki, perimetr 18 olsun. İndi hər biri 9 olan halda, burada üçbucaq bərabərsizliyinə görə, tutaq ki, deyək AB üstəgəl BC də 9-dur, CD üstəgəl AD də 9-dur. Onda üçbucaq bərabərsizliyinə görə hər iki üçbucaqda ABC üçbucağına baxanda AC tərəfinin uzunluğu, hansı ki bizim diaqonaldır onsuz da dördbucaqlıda, bu iki tərəfin uzunluğu, yəni AB ilə BC-nin uzunluqları cəmindən kiçik olmalı deyilmi? Üçbucaq bərabərsizliyinə görə biz bunu bilirik. Deməli 9-dan kiçik olmalıdır. Və yaxud da AD üstəgəl DC-nin də cəmi 9-dursa, o 9-dan da kiçik olmalıdır. Tutaq ki, deyək ki, tam 9 olmadı hər ikisi, bayaqki göstərdiyim nümunədəki kimi. İndi biri 9-dan kiçikdir, biri də 9-dan böyükdür. Tutaq ki, deyək AB, BC görüntü olaraq, tutaq ki, 9-dan kiçiyə bənzəyir. 9-dan kiçikdirsə, indi biz bilirik ki, bu AC tərəfinin uzunluğu bu iki tərəfin cəmindən kiçik olmalıdır, üçbucaq bərabərsizliyinə görə. Yəni AC-nin uzunluğu 9-dan kiçik olan bir ədəddən də kiçik olmalıdır. Təbii ki, onda 9-dan kiçik gəlmiş olur. Təkcə AD və DC cəminə baxanda desəydik ki, bunun cəmi 9-dan böyükdürsə, bu iki tərəfin cəmi, AC 9-dan böyük bir ədəddən kiçik olmalıdır, üçbucaq bərabərsizliyinə görə. Oradan başa düşməyə bilərdik AC-nin uzunluğu. Niyə 9-dan böyük olan bir ədəddən kiçikdirsə AC, ola bilsin yenə 9-dan böyük olsun. Niyə? Məsəl üçün AD ilə DC-nin cəmi 10 olsun, tutaq ki. AC 9,5 ola bilər də, amma digər bir yandan həmin tərəflərin uzunluqları cəmi, yəni AD ilə DC-nin uzunluqları cəmi 10 olsa, AB ilə BC-nin cəmi 8 olur axı. O səbəbdən dolayı AC həmçinin 8-dən də kiçik olmalıdır. Deməli, onda 9-dan da kiçik olmuş olur. Həmin o iki tərəfin AB ilə BC-nin, AD ilə DC-nin cəmi 9 olanda da, biri 9-dan böyük, biri 9-dan kiçik olanda da göstərmiş olduq ki, diaqonal onsuz da perimetrin yarısından kiçik olmalıdır. Eyni şəkildə BD diaqonalda da analoji olaraq, yəni bunda da həmin qədər danışmayacağım, eyni şeydir. Onda da ABD üçbucağından BCD üçbucağına baxacaq. Yenə görəcəyik ki, diaqonal perimetrin yarısından kiçik olmalıdır. Amma belə olsaydı, bunda deyərdik ki, təpələrini birləşdirən parçalardan ən uzunu. Biz indi diaqonalları göstərdik, bir də tərəfləri göstərim, nəyə görə hər biri 9-dan kiçik olmalıdır. Məsəl üçün, burada biz çünki təpələrini birləşdirən nöqtələr ola bilsin AB olsun da, A ilə B təpəsi, BC olsun, CD və yaxud da AD olsun. İndi bunlar da ayrı-ayrıcalıqda hər biri 9-dan kiçik olmalıdır. Nətər ki, üçbucaq bərabərsizliyində bir tərəf digər iki tərəfin cəmindən kiçik olur, dördbucaqlıda da bir tərəf, məsəl üçün AB tərəfi biz bilməliyik ki, BC üstəgəl CD üstəgəl AD-dən kiçik olmalıdır. Yəni hər ikisi 9, yəni AB də 9, onların cəmi də 9 olanda mümkün deyil ki, biz dördbucaqlı əmələ gətirə bilək. Nətər ki, məsəl üçün üçbucaqda bir tərəf 9-dursa, digər tərəf 5 ilə 4 olanda üçbucaq əmələ gətirə bilərik. Yəni o parçalar vasitəsilə bir üçbucaq əmələ gətirə bilmərik. Nətər birləşdirək o 5 ilə 4-ü? O 5 ilə 4-ü ancaq bu düz xəttin üzərində kimi birləşdirsək, bu 5 olsa, buradan da bir dənə 4 gəlsə, birləşdirək. Amma onda üçbucaq əmələ gəlməyəcək. Yəni, belə formalı 5 ilə 4 ola bilməz. Çünki bunların cəmi mütləq şəkildə həmin 9-dan böyük olacaq artıq yuxarı qalxıblar deyə. Yəni, belə kobud şəkildə desək, riyazi dildə olmayan. Deməli, necə ki, üçbucaqda, yəni, toplayaq indi vəziyyəti, necə ki, üçbucaqda iki tərəfin cəmi bir tərəfdən mütləq şəkildə böyük olmalıdır, dördbucaqlıda da üç tərəfin cəmi istənilən bir tərəfdən böyük olmalıdır. Həmin üç tərəfin cəmi, yəni 9-dan mütləq şəkildə böyük olmalıdır, perimetrin yarısından ki, AB də 9-dan kiçik olsun. Eyni ilə digər tərəflər üçün. Məsəl üçün, BC tərəfi digər 3 tərəfin cəmindən kiçik olmalıdır. Onda başa düşürük ki, BC mütləq şəkildə 9-dan kiçik olmalı, o digər 3 tərəfin cəmi də 9-dan böyük olmalı. Çünki 9 olsa, BC də 9 olur. Və yaxud da 9-dan kiçik olsa o 3 tərəfin cəmi, onda BC gərək 9-dan böyük olsun. O da dediyimiz kimi uyğun gəlmir. Eyni şəkildə CD üçün də, AD üçün də deyə bilərik ki, perimetrin yarısından, yəni 9-dan kiçik olmalıdırlar. Təkcə dördbucaqlı üçün yox, istənilən çoxbucaqlı üçün bir tərəf
digər tərəflərin cəmindən kiçik olmalıdır. O da o mənaya gəlir ki, istənilən çoxbucaqlı üçün bu nəzəriyyəni yaxşı bilək. İstənilən çoxbucaqlı üçün bir tərəf perimetrin yarısından, istənilən bir tərəf perimetrin yarısından kiçik olmalıdır. Dediyim kimi izah uzun olacaqdı, çünki çox görmədiyimiz bir sual tipidir. Hətta biz burada təkcə diaqonalları müzakirə elədik. İndi ola bilər ki, çünki istənilən nöqtəsini birləşdirən parçalardan ən uzunu deyil. Biz təkcə təpə nöqtələrini birləşdirib göstərdik. İndi bu təpə nöqtələr yox da fiqurun istənilən nöqtəsi ola bilər. Aşağıda yenə bir dördbucaqlı çəkirəm. İndi yenə ABCD təpələrini qeyd eləyək. Biz bayaq nəyə göstərmiş olduq? Onu göstərmiş olduq ki, təkcə təpələr olsaydı, yəni tərəflər və diaqonallar ayrı-ayrılıqda 9-dan kiçik olmalıdırlar. Amma fiqurun nöqtələrini birləşdirən parça bu da ola bilməzmi? Məsəl üçün bir dəqiqə. Bu da ola bilər. Və yaxud da bu da ola bilər. Biz hardan bilək ki, bunlar da belə tipli parçaların da ən böyüyü 9-dan kiçikdir. İndi onu göstərmək üçün də yenə bayaq istifadə etdiyimiz nəzəriyyəni istifadə edəcəyik, bayaq dediyim. Məsəl üçün belə bir parça olsun, ixtiyari bir parça, iki dənə tərəfin hər hansı nöqtəsini birləşdirir. Hardan bilək ki, indi bu ixtiyari bu tipli parça 9-dan kiçik olacaq uzunluğu. Oradan bilə bilərik ki, burada əmələ gələn fiqur, baxın, hətta fərqli rənglə göstərəcəm indi. Biz perimetrin fiqurda 18 sm olduğunu bilirik. Baxın, bu tərəf fiqurun perimetrini 2 hissəyə ayırdı. Cəmi 18 olan. Yəni bu parça daha doğrusu. Belə, belə, belə. Bir də mavi rənglə göstərək. Bu hissəyə ayırdı. İndi biz fiqurun perimetrinə görə nə deyə bilərik? Bu fiqurun ABCD dördbucaqlısının perimetri 18-dirsə, onda bu qırmızı parçalarla mavi parçaların cəmi neçə olmalıdır? 18 olmalıdır. Cəmi 18-dirsə bunlar ola bilsin, yenə dediyim kimi, hər ikisi 9 olsun və yaxud da biri 9-dan böyük, biri 9-dan kiçik olsun, cəmin 18 olması üçün başqa bir variant yoxdur. Tutaq ki, deyək, hər ikisi 9-dur. Hər ikisi 9-dursa, burada qırmızı tərəfdə bu parçanı da nəzərə alanda qara parçanı neçə bucaqlı fiqur əmələ gəlibdir? Baxırıq ki, 1, 2, 3, 4, 5. 5 bucaqlı bir dənə fiqur əmələ gəlib. Və biz bayaq nə dedik? 5 bucaqlı da olsa, 10 bucaqlı da olsa, bir tərəf digər tərəflərin cəmindən mütləq dərəcədə kiçik olmalıdır. Tutaq ki, dedik, bu qırmızının da, qırmızı parçalarının da, mavi parçalarının cəmi 9-dur. Onda bilirik ki, bu diaqonal 9-dan kiçik olmalıdır mütləq şəkildə. Və yaxud da bu üçbucaqda baxsaq, üçbucağın tutaq ki, bu mavi tərəflərinin cəmi 9-dur. Onda bu həmin kəsik, həmin parça 9-dan kiçik olmalıdır üçbucaq bərabərsizliyinə görə. Eyni şəkildə başqa bərabərsizliyi də biz çoxbucaqlı fiqurlarda istifadə elədik. Ola bilsin, deyirsiniz ki, burada 3 bucaq əmələ gəldi, burada 5 bucaqlı. 3 bucaq olduğuna görə tapdın. 3 bucaq olduğuna görə tapmadım. Yəni, burada məsəl üçün, deyək ki, təzədən bir də 9-dan böyük olsun bir tərəf, bir də 9-dan kiçik olsun. Biz onda deyəcəyik ki, bu parça 9-dan böyük olan ədəddən də kiçik olmalıdır. 9-dan kiçik olan ədəddən də kiçik olmalıdır. Onda oradan yenə başa düşürük ki, həmin parça mütləq şəkildə 9-dan kiçik olacaq. Çünki 9-dan kiçik olan ədəddən kiçikdirsə, həmçinin onda 9-dan kiçik olur da. Dediyim kimi, burada 3 bucaq əmələ gəldi, amma heç bir şeydə kömək eləmir o 3 bucaq mənə onsuz da. Mən bunu götürüb indi silsəm, tutaq ki. Amma burada indi qırmızı ilə göy ilə çəkmişəm, silinmir. Gələk təzədən bir dənə 4 bucaqlı çəkəm. İndi dediyim kimi, izah uzun olacaq. Çünki həqiqətən ildəki ən çətin sualdır. Yəni, dərin izaha gedəndə çətin olur. Mənə də izah eləməsi biraz uzun gəlir, yəni hər şeyi ətraflı danışmaq üçün. Ona görə bu qədər uzundur. Deməli, indi yenə A, B, C, D təpələrini qeyd elədim. Yəni, oradakı 3 bucağın mənə heç bir köməyi olmur. Deyə bilərsiniz, bəlkə orada 3 bucaqdır deyə tapdın 9-dan kiçik olduğunu. İndi məsəl üçün götürək, bu formalı birləşdirək parçanı.
Nə formalı? Götürdüm bunu buradan götürdüm. Bunu da belə birləşdirdim. İndi baxın. Hər bir tərəfdə, yəni o parçanın fiquru böldüyü iki tərəfdə əmələ gələndə heç bir üçbucaq deyil. Niyə? Burada bir dənə K nöqtəsidir. Yəni bu C təpəsində birləşməyibdir. Burada bir M təpəsi olsun. İki dənə dördbucaqlı əmələ gəldi. M, A, B, K, bir də K, C, D, M. İndi yenə deyirik ki, buradakı parçaların cəmi 18 olmalıdır. Eyni qayda ilə bu KS üstəgəl CD üstəgəl DM üstəgəl AM üstəgəl AB üstəgəl BK. Bunların hamısı 18-dir. Niyə görə? Perimetr 18-dir. O da iki cür ola bilər. Ya hər ikisi 9 olsun, yəni iki tərəfdə əmələ gələn hissələr, bayaqki qırmızı ilə göy ilə çəkmişdim. Onu da yenə çəkim. Yəni burayla bu üç tərəflə bu üç tərəfin deməli bu üç tərəfin cəmi 18 olacaq. Perimetr 18 olduğuna görə. O da iki cür ola bilər. Dedim ki, qırmızı parçaların uzunluğu da 9 olsun, burada 9 olsun və yaxud da biri 9-dan kiçik, biri 9-dan böyük. Eyni məntiqdir. Sadəcə fərqli hallar üçün də göstərirəm ki, tam qavramış olaq. Yenə dediyim kimi 9 olanda hər ikisi burada əmələ gələn parça bu üç tərəfin cəmindən də kiçik olmalıdır. Bu üç tərəfin cəmindən də kiçik olmalıdır. Necə ki, üçbucaqda bir tərəf digər iki tərəfin cəmindən kiçik olurdu. Yoxsa burada dördbucaqlı əmələ gələ bilməz. MKCD dördbucaqlı əmələ gələ bilməz. Bu tərəfin uzunluğu KC üstəgəl CD üstəgəl DC-yə DM-ə bərabər olsa və yaxud da ondan böyük olsa. Deməli 9 isə hər iki qırmızı tərəflərin cəmində, mavi tərəflərin cəmində bu 9-dan kiçik olmalıdır. Biri 9-dan böyük, biri 9-dan kiçiksə mavi tərəflərlə qırmızı tərəflərin cəmi hər iki bərabərsizliyə görə MK parçasının uzunluğu həm 9-dan böyük olan ədəddən kiçik olmalıdır, həm 9-dan kiçik olan ədəddən kiçik olmalıdır. O da 9-dan kiçik olması mənasına gəlir. Xeyli bir uzun izah, amma çox dərinlinə getdik deyə belə oldu. Onda deməli cavab nə olacaq? Yəni bu parçalardan ən uzunu istənilən bir halda 9-dan kiçik olur. Cavab olacaq B variantı. Mən hətta burada çəkdiyim qabarıq dördbucaqlı idi. Qabarıq olmayan dördbucaqlılar üçün də bu doğrudur bu fikir. Qabarıq olmayan dördbucaqlı deyəndə nəyi nəzərdə tuturam? Məsəl üçün belə bir fiqur olsaydı da. Aha. Belə bir dördbucaqlı üçün də bu fikir doğrudur. Belə bir dördbucaqlı üçün bu fikir də doğrudur, amma göstərməyəcəm. Onsuz da məntiqlə göstərdiklərimi siz özünüz çıxara bilərsiniz. Həm də müqabiliyyət imtahanının proqramında çox da qabarıq olmayan dördbucaqlardan sual demək olar ki, düşmür ona görə. 65-ci suala baxaq. 1-dən n-ə qədər natural ədədlərin ardıcıllığında sadə ədədlərin miqdarı n/2-yə bərabərdir. Yəni n neçədirsə onun yarısına bərabərdir. Deməli burada n neçə ola bilər? N-i 4-lə müqayisə eləməliyik. Birincisi biz başa düşməliyik ki, sadə ədədlərin miqdarı naturalda da olmalıdır da, yəni. Ona görə n mütləq şəkildə cüt olmalıdır. N tək olsa n 2-yə böləndə 0.5-lik bir kəsr hissəmiz olacaq. O da sayı ifadə edə bilməz. Məsəl üçün n 7 ola bilərmi? Yox. Natural ədədlərin, sadə ədədlərin miqdarı nətər? 7/2, yəni 3.5 olsun. Deməli n mütləq şəkildə cüt olmalıdır. İndi burada n-in kiçik hallarını analiz eləsək, görək həqiqətən də o sadə ədədlərin miqdarı n/2-yə bərabər olubmu? Məsəl üçün 1-dən 2-yə kimi ən kiçik ədədi götürdüm, cüt ədədi. 1-dən 2-yə kimi sadə ədədlərin miqdarı nəyə bərabər? 1-ə, ancaq 2-dir. Həqiqətən də n-in yerinə 2 qoyanda sadə ədədlərin miqdarı 2 bölünsün 2 neçə olmuş olur? 1. Həqiqətən də bir dənədir, o da 2-dir. 4 qoyanda doğru olacaqmı? N 4 olanda 1-dən 4-ə kimi sadə ədədlərin miqdarı neçədir? 1, 2-dir, bir dənə də 3-dür, 2 dənədir. Həqiqətən də yenə doğru gəldi. N məsəl üçün dedik ki, 4 də ola bilər. N 2 də ola bilər, 4 də ola bilər. Çünki hər iki halda sadə ədədlərin miqdarı onun yarısına bərabər olacaq. N 6 olanda doğru gəlirmi? N 6 olanda n-in yerinə 6 qoyanda 1-dən 6-ya kimi sadə ədədlərin miqdarı 3 dənə deyilmi? 2, 3, 5. Həqiqətən də 6-nı da 2-yə böləndə həmin düstur 6/2 bizə 3-ü verir, doğru işləyir. Biz gördük ki, hətta 2
4-də də görmüşdük onsuz da. N2 də ola bilər, 4 də ola bilər, 6 da ola bilər. Yəni 4-ə bərabər də oldu, 4-dən kiçik də oldu, ondan böyük də oldu. Hətta davam eləsək, bəlkə yenə də görəcəyik, hətta 8-də də olacaq, çünki 7 əlavə olunur sadə ədədlərdə. Belə davam eləsək, fərqli n-lər tapacaq. Onsuz da bu sualın məqsədi nə qədər davam eləmək deyil. Sadə ədədlər müəyyən bir harmoniya ilə davam eləmir onsuz da. Ki biz bilək ki, hər iki ədəddən biri sadə ədəd olacaq, həmişə doğru olacaq bu. Xeyr, sadəcə biz bu kiçik ədədlərdə göstərdik. Yəni bu da bizim n-i 4 ilə müqayisə eləməyimizə kifayət elədi. Ona görə kifayət deyil. Levanın və Datonun bərabər miqdarda rəngli daşları var idi. Sandro daha 8 daş gətirdi. Üçü də bütün daşları bərabər bölüşdürdülər. Levanın daşları əvvəlkindən az oldu. Sandro 14 daş gətirsəydi, bölüşdürdükdən sonra Levanın daşları əvvəlkindən daha çox olardı. Levanın əvvəlcə neçə daşı var idi? İndi birincisi, hər birinin yazaq ki, Levanın x qədər daşı var və Datonun da ona bərabər olduğuna görə Datonun da x qədər daşı var. Deməli, Sandronun daha 8 daş gətirdi. Yəni, Sandroda nə qədər daş olduğunu təqiq hələ ki bilmirik. 8 daş gətirsin birinci variantda. Üçü də bütün daşları bölüşürlər bərabər miqdarda. Yəni, bu üç ədədin ədədi ortası. Yəni, x üstəgəl 8. Yəni, 2x üstəgəl 8-i onların sayına böləcəyik. 3 nəfər olduqlarını, bura x-dir, bura topladı. 2x üstəgəl 8-i 3-ə böldük. İndi Levanın daşları əvvəlkindən az oldu. Yəni, bu 2x üstəgəl 8-i 3-ə böləndə bu hərəsinə düşmüş daşların miqdarı olmayacaq. Həmçində Levana düşmüş daşların miqdarı. İndi bu miqdar Levanın əvvəlki daşları nə qədər idi? X qədər. Ondan az olur. Yəni, x-dən kiçik olur. Amma əgər Sandro 14 daş gətirsəydi və onu bərabər bölüşdürsəydilər, hərəsinə düşən daşın miqdarı bu olacaqdı. 2x üstəgəl 14, onu da 3 yerə böldülər. İndi bu miqdar Levanın əvvəlki daşlarının miqdarından çox oldu. Yəni, x-i 3-ə böləndə x-dən çox oldu. Yəni, x əvvəlki daşlarının miqdarı idi. Bu hər iki şərt eyni anda ödənməlidir. Sistemə qoyduq, bir dənə sistem bərabərsizlik əldə eləmiş oluruq əslində. İndi davam eləyək, görək nə tapırıq buradan. Buradan baxanda görürük ki, hər tərəfi 3-ə vursaq, müsbət bir ədəddə, yəni bu kəsirdən xilas olmaq üçün. 2x üstəgəl 8 kiçik olacaq 3x-dən. Buranı da 3-ə vursaq hər bir tərəfi. Deməli, 2x üstəgəl 14 böyük olacaq x-dən. Deməli, sonra nə edirik? Davam eləyək. Daha doğrusu burada 3x olur. Hər tərəf 3-ə vuranda x-i də 3-ə vururuq və müsbət bir ədədə vurduğumuza görə bərabərsizlik işarəsi olduğu kimi qalır. Deməli, 2x-i digər tərəfə keçirsək, birinci bərabərsizlikdə nə əldə edəcəyik? X böyükdür 8-dən. Bəs 2x-i digər tərəfə keçəndə nə əldə edəcəyik? İkinci bərabərsizlikdə x kiçikdir 14-dən. Deməli, x 8-dən böyük olmalıdır, 14-dən kiçik olmalıdır. Amma, bir dənə amma var burada. Biz həmçinin onları böləndən sonra 2x üstəgəl 8 bölünsün 3-ün də, 2x üstəgəl 14 bölünsün 3-ün də natural ədəd olmalıdır. Çünki hərəsinə bərabər sayda daş düşürsə, bu düşən miqdarlar natural ədəd olmalıdır mütləq bir şəkildə. İndi bu aralıqdakı 8-dən böyük interval. Dedik ki, x 8-dən böyük 14-dən böyük ola bilər, 14-dən də kiçik olmalıdır. Amma bu aralıqdakı hansı x üçün buradakı hər iki miqdar 3-ə qalıqsız bölünəcək və tam ədəd olacaq. İndi baxdığımız zaman nə görürük? 9 ola bilər məsəl üçün x. X 9 ola bilməz. Niyə? Çünki 9, 9, 8 toplayanda cəm neçə eləyir? 26. Biz onu 3-ə böləndə tam ədəd əldə eləmiş oluruqmu? Natural ədəd əldə eləmiş oluruqmu və yaxud da? Çünki o daşın miqdarı olmalıdır. Hərəsinə 26 böl 3 dənə mi daş düşəcək? Yox. 10 ola bilərmi? 10 da ola bilməz. Levanın daşının miqdarı. Çünki 10, 10, 8, 28 edir. 3-ə bölmək olmur. Tam ədəd alınmır. 11 ola bilərmi? 11, 11, 22 elədi. Üstünə 8 gələndə 30 eləyir. Deməli, hərəsinə 10 daş düşür. Belə eləyəndə, hərəsinin Levanın da Datonda 11 daşı olanda, hansı ki ola bilər bu iki bərabərsizliyə görə. Niyə ola bilər? 11 üstəgəl 11, üstəgəl 8, 30 eləyir. Deməli, hərəsinə 10 daş düşür. Bu da Levanın əvvəlki daşının miqdarından az olur. Yəni 11-dən kiçik olur. Doğrudur.
hərəsinə 11 daş düşəndə, Sandronda 14 daşı olanda, onu bərabər bölüşdəndə neçə daş olur? 2 vur 11, 22, üstə gəl 14. 36 bölü 3, 12. Bu da Levanın daşının miqdarından çox olur əvvəlki daşının. Yəni 11-dən, 12 11-dən böyük olur da. Deməli 11 ola bilər. Geriyə bir dənə 12 ilə 13 qalır. O iki ədədi də yoxlayanda, onsuz da görəcəksiniz ki, həmin 2x üstə gəl 8 bölünsün 3 natural da eləmir. Eyni qaydada da 2x üstə gəl 14 də natural da eləməyəcək. Ona görə təkcə bu ədədlərdən yalnız və yalnız C variantı uyğun gələ bilər. Bu sualı başqa cür eləmək olardı. Heç bu qədər bərabərsizliyə girmədən, riyazi olaraq eləmədən bir-bir variantları yoxlaya bilərdiniz. Yəni məsləhət görmədiyim bir şeydir onsuz da. Çünki hər dəfə hər sualda variant yoxlamaq mümkün olmur. Bir-bir variantları yoxlayanda nə görəcəksiniz? Görəcəksiniz ki, məsəl üçün Levanın daşına və Datonun daşına 9 qoyanda Sandroda 8 daş gətirəndə bunu 3 yerə bölmək olmur. Təbii ki, böləndə 9-dan kiçik eləyəcəkdi həmin daşın miqdarı, yəni Levanın əvvəlki daşının miqdarını, amma tam ədəd eləməyəcək, yəni nasıl ədəd eləməyəcəkdi. Ona görə olmayacaqdı. Eyni qaydada o bir variantlarda 11-dən başqa. İndi 67-ci suala baxaq. Əgər A və B elə ədədlərdir ki, A bölünsün A üstə gəl B bərabərdir 4-də 3. Belə olduqda biz nə deyə bilərik? Aşağıdakı, yəni bərabərliklərdən hansı doğrudur? Ümumiyyətlə, gəlin çarpaz vuraq. Deməli, çarpaz vuranda nə görürük? 4A bərabərdir 3A üstə gəl 3B. Bu 3A-nı digər tərəfə atanda görürük ki, nədir? A bərabər olur 3B-yə. İndi hər bir variantda biz bu bərabərliyə görə A-nın 3B-yə bərabər olduğunu bilirik. Hər bir variantda A-nın yerinə 3B qoyaq, görək doğru bir bərabərlik alınır. Məsəl üçün A-da, A variantında A-nın yerinə 3B qoydum. 3B üstə gəl 2B bölünsün 3B. Neçəyə bərabər olur? Görürük ki, buradan 5B alınır, buradan da 3B alınır. 5B ilə 3B-də də B-lər ixtisar gedəcək. 3-də 5 alınacaq. Amma bizə deyir ki, 7-də 3 alınır. 7-də 3 alınmayacaq, 3-də 5 alınır. Deməli, bu səhv bərabərlikdir. Eyni qaydada o birislərdə də yoxlayırıq. 3B, B bəndinə baxırıq. 3B çıxılsın B, bölünsün 3B. Bu nəyə bərabər olacaq? Burada 2B alınır, burada 3B. B-lər ixtisar gedir, 3-də 2-yə bərabər olur. Yəni 2-yə bərabər olmur. C bəndinə baxanda, deməli, 3B bölünsün 2-yi 3B-yə vuranda 6B çıxılsın B. Bərabər olur nəyə? Burada 5B, burada 5B, o da 1-ə bərabər olacaq. 5-də 4-ə yox. A bölünsün B, A-nın yerinə 3B qoyanda 3B-ni B-yə böləndə 3 eləyir, 4 yox. Son varianta baxanda D-yə, deməli, B bölünsün 3B üstə gəl 2B nəyə bərabər olacaq? Burada 5B, burada da B, B-lər ixtisar gedəndə 5-də 1-ə. Həqiqətən də 5-də 1-ə bərabər olduğunu göstəribdir. Yəni, doğru bərabərliyi olan D variantıdır. Növbəti sual. Paralelogramın bir tərəfinin uzunluğu ikinci tərəfinin uzunluğundan 1,5 dəfə artıqdır. Paralelogramın böyük tərəfinin uzunluğunun paralelogramın perimetrinə nisbəti nəyə bərabərdir? Çox sadə bir sualdır. Onsuz da paralelogramın qarşı tərəflərinin bir-birinə bərabər olduğunu bilirik. Deməli, paralelogramı yenə də çəkinmə daha da aydın olsun. Deməli, burada təxmini gözlü baxanda böyük tərəf buradır. Bura 1,5 dəfə böyük olduğuna görə kiçik tərəfə x dedik. Bura 1,5x. Təbii ki, qarşı tərəflər paralelogramda həm bərabər, həm də paralel olurdu. Burada x deyirik. Burada 1,5x olmuş olur. İndi böyük tərəfin uzunluğunun paralelogramın perimetrinə nisbəti nəyə bərabər? Böyük tərəfin uzunluğu bilirik 1,5x-dir. Perimetr nədir? O da bərabər 2 vurulsun x üstə gəl 1,5x. Bunları toplayanda 2,5x eləyir, 2-yə vuranda 5x. Deməli, perimetrdə 5x-dir. X-dən asılı 2 dənə dəyişənli ifadə aldıq. 1,5x-in də, yəni böyük tərəfində perimetrə nisbəti, 5x-ə nisbəti. X-lər ixtisar getdi, 1,5 bölünsün 5 qaldı. Görürük ki, həm sürət, həm məxrəcə yenə də vuranda kəsrin qiymət dəyişmir. 2-yə vursaq, bu tam ədəd olacaq. 2-yə vurmağı görmürsünüzsə, götürün 10-a vurun, onsuz da vergül sağa gedəcək, amma sonra ixtisar yenə eləməlisiniz. Götürdük, həm sürət, həm məxrəci 2-yə vurduq, kəsrin əsas xassəsinə görə 3 bölünsün 10. Ya da 10-luq kəsirlə veribdir, buna bərabərdir. Sonraki sual.
Ondan artıq lakin 100-dən kiçik olan natural ədədlərdən neçəsi 4-ə və 6-ya tam bölünəndir? Əslində çətin sual deyil. Birinci biz başa düşməliyik ki, 4-ə və 6-ya bölünmə nədir? Həm 4-ə, həm 6-ya qalıqsız bölünürsə, ümumiyyətlə həm 4-ə, həm 6-ya qalıqsız bölünən ən kiçik ədəd nədir? Bunların əkobu. Həm 4-ə, həm 6-ya bölünən ən kiçik, bunların ən kiçik ortaq bölünəni nə olacaq? 12 olacaq. Hətta əkobun tapılma qaydasını kiçik ədədlərdə olsa göstərim. 4 2-nin kvadratıdır. 6 da 2 vur 3-dür. Ayrılışa daxil olan bütün sadə bölənlərdən üstü böyükdən götürülür. Yəni 2-dən, burada 2 üstü 1-dir, burada 2 üstü 2-dir. 2 üstü 2-ni götürürük. Bir də 3 var. 3 onsuz da yoxdur. 3-dən böyük olan 3 olacaq. O da 2 üstü 4 vur 3. Daha doğrusu 2-nin kvadratı 4 eləyəcək. 4 vur 3. O da 12 gəlir. Yəni 4-ə və 6-ya bölünən ən kiçik ədəd 12-dir. Həm 4-ə, həm 6-ya bölünən. Bəs ən böyük neçədir? Amma 100-dən kiçik olmaq şərtindən. 12 artanda və yaxud da 12-nin qatlarıdır da bu ədədlər. 12, 24. 12-nin hansı ən böyük qatı 100-dən kiçik olacaq? 8 qatı 96 eləyir. Deməli, ən böyük 96-dır. Bir-bir saymaq olar. Təbii ki, düsturu bilmirsinizsə, yəni 12 artırsa 96-ya kimi neçə natural ədəd olacaq? Elə də böyük deyil bunların sayı. Çünki elə cavablardan da görürük bu ədədlərin sayının çox olmadı. Amma çox olanda artıq mütləq şəkildə düstur lazımdır. 96 ən böyükdən çıxırıq ən kiçiyi. Bölürük addımların sayına, yəni 12-yə. Üstünə də 1 gəlirik. İndi izah eləyəcəm niyə. İndi biz gördük ki, bura 84-dür. 12-yə böləndə eləyir 7. 7-nin üstünə də 1 gəlir. Deməli, həmin natural ədədlərin sayı 8-dir. Cavab olacaq 8. İndi nəyə görə üstünə 1 gəlirik? Nəyə görə üstünə 1 gəlirik? Biz çünki həm 96-nı, yəni biz parçanın hər iki ucunu daxil elədik. Yəni 96-nı da daxil eləyirik, 12-ni də daxil eləyirik. Onlardan birini daxil eləsəydik, bizə lazım olan ədədlər biri olsaydı, yəni ucudakı ədədlərdən, ya başlanğıc, ya son. Heç bir şey eləməzdik. Yəni nə 1 çıxmaz, nə də 1 üstünə gəlməzdik. Əgər heç birini daxil eləmiriksə, onda artıq 96-yı 12-yə bölürük. 96 çıx 12-yi 12-yə bölürük. 84 bölü 12-dən 7. Ya heç birini daxil eləmiriksə də 1 çıxırıq. Olur neçə? 6. 70-ci suala baxaq. Ardıcıllığın birinci üzvü 30, ikinci üzvü isə 60-dır. Ardıcıllığın hər bir sonraki üzvü isə onun əvvəlki iki üzvü A və B üzvləri üzrə aşağıdakı qayda ilə hesablanır. Toplayır və 3-ə bölür. 5-ci üzv nəyə bərabərdir? 1-i bilirik. Deməli, A1 olsun 30. A2 olsun 60. 3-cü üzvü necə tapacaq? Bu ikisini toplayacaq. 30 ilə 60-ı toplayırıq. Rekursiv bir ardıcıllıqdır da. Yəni, hər üzvü tapmaq üçün əvvəlki bir və yaxud da bir neçə üzvü istifadə edirik. 30 ilə 60-ı topladıq. 90, 90-ı 3-ə böldük 30. Deməli, 3-cü ədəd 30-dur. 4-cü nə olacaq? 2-ci ilə 3-cünün cəmini 60 üstəgəl 30-u böləcək neçəyə? 3-ə. O da eləyəcək yenə 30. 5-ci nə olacaq? 5-ci də ondan əvvəlki iki ədədin cəmi, 30 ilə 30-un cəmi bölünsün 3. Yəni 60 bölü 3, o da eləyəcək 20. Deməli, 5-ci üzv olacaq 20. Baxaq 71-ci suala. Ən böyük təpəsinin uzunluğu 6 sm olan düzbucaqlı paraleliped 8 bərabər kuba bölünmüşdür. Təpənin uzunluğu olmur, ən böyük tilinin uzunluğu deməyə çalışıbdır burada. Deməli, ən böyük tilinin uzunluğu 6 sm olan düzbucaqlı paraleliped 8 bərabər kuba bölünür. Bu düzbucaqlı paralelipedin həcmi neçə kub santimetrdir? Bu düzbucaqlı paralelipedin 3 dənə fərqli tili olur. 3 dənə fərqli uzunluqda til olur. Baxın, bura oturacaq eni olsun, bura uzunluğu olsun, burada hündürlük. Baxırıq ki, en üzrə 2 dənə həmin kubun tili gedibdir. Uzunluq üzrə 4 dənə həmin kubun tili gedibdir. Bu hündürlük üzrə də bir dənə kubun tili. Yəni, ən uzun til, baxın, buradır. 4 dənə kubun tilinə uyğun gəlir. Yəni, bu bir dənə kubun tilinə x desək, bura 4x deyəcək, bura 2x deyəcək. Həmin hündürlüyə də x demiş oluruq. Onda ən uzun til 4x olandır. Yəni ki,
4x bərabərdir 6. Onda x nəyə bərabər olacaq? 6 böl 4-dən 1,5. Bu düzbucaqlı paralelipedin həcmi neçə kub santimetrdir? Biz x-i tapdıq. Deməli, oradan 2x-i tapa bilərik. X-i də tapmışıq, onsuz da 4x onsuz da 6 olduğunu bilirik. Deməli, 2x bərabərdir 3-ə. Hansı ki, oturacağın n-ə uyğun gəlir. Deməli, oturacağın n-i 3-dür. Bura uzunluğu 6-dır, hündürlük də 1,5-dir. Həcm nəyə bərabərdir? Həmin 3 dənə uzunluğun hasilinə. Deməli, 6 vurulsun. Deməli, 3 vurulsun 1,5. 6-nı 3-ə vuranda 18 edir, onu da 1,5-ə vuranda 27. Cavab oldu A variantı. Baxaq 72-ci suala. Nika cəmi 20 ədəd xanalı və tək xətli dəftərlər aldı. Aşağıdakı şərt verilibdir. Nəyi tapmaq üçün? Nikanın neçə ədəd tək xətli dəftər aldığını müəyyən etmək üçün. Birinci şərtə baxaq. Xanalı dəftərlərin miqdarı tək xətli dəftərlərin miqdarının 1/3 qədər idi. Çox sadə bir sualdır. Cəmi veribdir, birinin digərinin 1/3 qədər olduğunu veribdir. İndi gəlin ikisini də dəyişənlə ifadə edək və cəmini 20 deyək. Çox rahat bir şəkildə kifayət elədiyini görəcəyik onsuz da. Deməli, biz nə deyək? Xanalı dəftərlərə x deyək, tək xətli dəftərlərə y deyək. İndi biz nəyi bilirik? Xanalı dəftərlərin miqdarı tək xətli dəftərlərin miqdarının 1/3 qədər idi və x üstəgəl y-in də təbii ki 20 olduğunu biz bilirik. 3/1 qədərsə, deməli, xanalı dəftər x-dirsə, digərinin 3/1 qədərsə, deməli, 3 dəfə azdır ondan. Yəni, tək xətli dəftərlər bundan 3 dəfə çoxdur ki, yəni 3x-dir ki, bunu da 3/1 x eləyir. Onların cəmi 20 eləyibdir. Yəni, 4x 20, oradan da x bərabərdir 5 gəlir, 20/5-dən. Deməli, xanalı dəftər 5 dənə, tək xətli dəftər də 15 dənə imiş. Onda tək xətli dəftər 15 dənə aldığını müəyyən eləyə bilirik. 20-15-dən və yaxud da x 3-ə vurmaqla fərqi yoxdur. Aha, 15. Deməli, birinci şərt kifayət elədi. İkinci şərtə baxırıq. Xanalı dəftərlərin miqdarı tək xətli dəftərlərin miqdarından 10 ədəd az idi. Biz xanalı dəftərə x dedik. Deməli, o birisi nə olacaq? Y-in əvəzinə tək dəyişənlə ifadə eləmək üçün tək xətli dəftər bundan 10 ədəd çox olacaq da. Deməli, xanalı dəftər x-dirsə, tək xətli dəftərdə x üstəgəl 10-dur. Onların cəmi də 20-yə bərabərdir. Deməli, 2x üstəgəl 10 bərabərdir 20. Buradan 2x-i tapdıq ki 10-dur. 20 çıx ondan. X də bərabər olacaq 10/2-dən 5-ə. Deməli, yenə tapdıq ki, xanalı dəftərlərin miqdarı 5-dir. Digərinə də x üstəgəl 10 dedik. Yəni, o da 15 olacaq və yaxud da 20/5-dən də cəmi 20 olduğuna görə tapa bilərik. Fərqi yoxdur. Hər iki halda da, hər iki şərt vasitəsindən də tək xətli dəftərlərin 15 ədəd olduğunu tapdıq. Deməli, ayrı-ayrılıqda kifayətdirlər. Baxaq 73-cü suala. Bir-birindən fərqlənən 4 natural ədədin cəmi 16-ya bərabərdir. Aşağıdakı şərt verilibdir. Bu ədədlərin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Aha, deməli. Birinci nəzərə almalıyıq ki, bu hər bir ədəd naturaldır. İkinci nəzərə almalıyıq ki, bunların hamısı bir-birindən fərqlidir. İndi gəlin görək, birinci şərt kifayət eləyirmi bu ədədlərin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Birinci şərtdə deyib ki, bu ədədlərdən ən kiçiyi 2-dir. Bu ədədlərin ən kiçiyi 2-dirsə, cəmin 14 olması üçün digər 3 dənəsi cəminin 14 olması lazımdır. Üstünə də 2 gələndə 16 eləsin. Cəmi 14, amma bu ədədlər də müxtəlif olmalıdır. Yəni, bu cəmi 14-ü biz müxtəlif ədədlər vasitəsilə əldə edə bilərik. Bu açıq və aydındır. Məsəl üçün, birinə götürdüm 3 dedim, birinə 4 dedim. Ən kiçiyi 2 olduğuna görə, fərqli olduğuna görə 1 ilə 2 götürənmərəm. Onu nəzərə almalıyım. 3 dedim, 4 dedim. Cəmin 16 olması üçün, yəni bu 3 ədədin də cəminin 14 olması üçün də fərqi yoxdur. İkisi də eyni mənaya gəlir onsuz da. Digər də olmalıdır 7. Başqa variant ola bilməzmi? Yəni, bütün ədədlərin nəyə bərabər olduğu, ancaq bunlar mı ola bilər həmin ədədlər birinci şərtə görə? Götürdüm, məsəl üçün, ən kiçik olana yenə 2 dedim. Ondan sonra buna 3 dedim. Sonra götürdüm, bunu 5 elədim. Bir vahid artırdım. Onda bunu da bir vahid azaldıram. Aha. Gördüyünüz kimi yenə də cəm elədi 16. Yəni, həmin cəmi fərqli iki üsuldan göstərdim. Başqa ola bilərmi? Biz nəyisə dəyişməyə çalışsaq, yenə
Məsəl üçün, ən böyük ədədin 8 olma ehtimalı varmı? Ən böyük ədədi mən götürüb 8 desəm, görək həmin belə bir versiya çıxa bilərmi? Ən böyük ədədə 8 desəm, gərək digər ikisinin cəmi, çox şey nəzərə almalıyam digər ikisinin cəmi üçün. Gərək digər ikisinin cəmi 6 olsun, cəm 16 olmaq üçün. Gərək digər ikisi 2-dən böyük olsun, hər ikisi 2-dən böyük olsun, çünki ən kiçik 2-dir və gərək hər ikisi bir-birindən fərqli olsun. Deməli 3-3 ola bilməz, müxtəlif olmayacaqlar. 2-4 də ola bilməz. Onda bir-birindən fərqli olmayacaq 2 dənə 2-yə görə. 1 ilə 5 də ola bilməz, onda da ən kiçiyi 2 olmayacaq. Təbii ki 9 da qoya bilməyəcəyik biz bura. Bu variant da olmayacaq. Çünki gərək digər ikisinin cəmi 5 olsun və yenə dediyim kimi bir-birindən müxtəlif olsunlar və ən kiçikdə yenə 2 olsun. Cəm 5 olması üçün biz 1-4 ilə eləyə bilərik cəmi 5. Onda ən kiçik 2 olmayacaq. 2-3 ilə eləyəndə də 2 dənə 2 olacaq, hamısı müxtəlif olmayacaq. 10 ilə də eyni qaydada olmayacaq. 7 olan variantı onsuz da göstərmişəm yuxarıda. Sadəcə araşdırıram ki, bu birincidə onsuz da 2 dənə müxtəlif variant tapmışıq, həmin ədədlərin fərqli olduğunu görürük. Amma yenə də biraz analiz eləmək daha yaxşıdır, bizi inkişaf elətdirir. 2 ilə 7, deməli digər ikisinin cəmi mütləq şəkildə nə olmalıdır? 7 olmalıdır. Cəmin 16 olması üçün. O da yalnız və yalnız 3-4 vasitəsilə ola bilər. Nəyə görə? Çünki 2 ilə 5 ola bilməz. Çünki 2 dənə eyni hədd olacaq. 2 dənə 2 olacaq. 1 ilə 6 da ola bilməz. Çünki ən kiçik 2 olmalıdır. 6-ya qayıtsaq, bura 6 desək, bura 2. Digər ikisinin cəmi yenə dediyimiz kimi nə olmalıdır? 8 olmalıdır ki, cəm 16 olsun. Digər ikisinin cəmini 4 ilə 8 əldə edə bilərik. Onda eyni həddlər olacaq. 3-5 ilə onsuz da o göstərdiyim variant idi. 2-6 ilə eləsək, təbii ki, təkrarlanan həddlər var. 1-7 olanda da onda nə olacaq? Ən kiçik hədd 2 olmuş olmayacaq. 1 olacaq. Gördüyünüz kimi, onsuz da 5-ə də inəndən sonra təzədən bu halın təkrarlandığını görəsiniz. Yəni, yalnız və yalnız bu variantla əldə edə biləcəyimizi görəsiniz. Fərq yoxdur. Yəni, görürük ki, birinci şərtə görə biz yalnız və yalnız 2 dənə variant əldə edə bilirik. O da baxın bu variantlardır. Başqa variant mümkün deyil, amma təbii ki, bu birinci şərtə əsasən bu ədədlərin nəyə bərabər olduğunu müəyyən edə bilmirik. Çünki 2 dənə variant var. Ola bilsin 2, 3, 4, 7 olsun. Ola bilər 2, 3, 5, 6 olsun. Ona görə təkcə birinci şərt kifayət eləmədi. İndi baxaq ikinci hala. İkinci halda bizə nə deyir? Təkcə ikinci hala baxırıq. Bu ədədlərdən ən böyüyü 7-yə bərabərdir. Artıq bu ədədlərdən ən kiçiyi 2-yə bərabərdir, istifadə eləməyəcəyik. Çünki təkcə ikincinin kifayət edib etməməyinə baxırıq. Bu ədədlərdən ən böyüyü ilə ən sağda yazaq, 7 olsun. Deməli, biz burada nə başa düşürük? Onu başa düşürük ki, qalan 3 ədədin cəmi 9 olmalıdır ki, üstünə 7 gələndə də 16 olsun. Bunlar bir-birindən fərqli olmalıdır. 3 ədəd, bu 4 ədədin 4-ü də və ən böyükləri də aralarında 7 olmalıdır. İndi cəmi 9, 3 dənə müxtəlif ədəd və hamısı 7-dən kiçik olmalıdır. Necə əldə edə bilərik? Ola bilərmi ki, 1 olsun, 2 olsun, bir də 6 olsun. Aha, cəm 9-dur, bütün cəm 16-dır, hamısı bir-birindən fərqlidir və ən böyük 7-dir. Və yaxud da belə bir şey eləyə bilərik. Birinə 2 dedik, birinə 3 dedik, onda digəri neçə olmuş olur? Digəri 4 olmuş olur. Qalan da ən böyükdə 7 olur. Başqa eləyə bilərikmi? Başqa hansı variant mümkündür deyə baxsaq. Məsəl üçün, birinə 1 dedik, o birisini 2 yox da 3 eləsək. Cəmin 9 olması üçün bura 7 idi. Burada 9 olmalı ki 16 olsun. O birisi də neçə gəlmiş olur? 5 gəlmiş olur. Məncə bu qədər variantlar. Onsuz da 3 dənə müxtəlif variant tapdıq buradan. Deməli, ikinci şərtdə tək başına kifayət eləmir. İndi biz 2 şərti birlikdə istifadə eləsək. 2 ən kiçikdir, 7 ən böyükdür. Qalan ikisini də daxil eləyəndə onların cəmi 16 olmalıdır. Onların cəmi 16 olmaqdan başqa hamısı bir-birindən müxtəlif olmalıdır və yenə də ən kiçik 2, ən böyükdə 7 olaraq qalmalıdır. Yəni, əlavə eləyəcəyimiz ədədlər 3, 4, 5, 6 arasından götürə bilərik. Onda onlardan hansının cəmi 7 eləməlidir ki, bütün cəm 16 eləsin? Yalnız və yalnız 3 və 4 variantı uyğun gəlir. Qalan 2 ədəd vasitəsindən cəmin 16 eləməyəcəyini görürük. Deməli ki, bizim əldə edəcəyimiz variant budur. Hər iki şərt istifadə eləyəndə. Baxanda da onsuz da görürük ki, biz
Hər iki variantda, hər iki şərtdə də ortaq götürdüyümüz baxın budur. Burada 2 dənə tapdıq, burada 3 dənə tapdıq. Onlardan ortağı, yəni hər ikisində olan hansıdır? 2, 3, 4, 7-dir. Onsa sualı yaxşı analiz edəndə axır cavabın normal çıxacaq. 74-cü suala baxaq. ABCD düzbucaqlısının tərəflərinin koordinat oxlarına paraleldir. Deməli, aşağıdakı şərt verilibdir. A təpəsinin koordinatı, B təpəsinin koordinatı, C təpəsinin koordinatının nəyə bərabər olduğunu müəyyən etmək üçün. İndi təkcə birinci şərti istifadə eləsək, hətta tam şəklin üstündə işləyək. Deməli, A təpəsinin koordinatı 4, 3-dürsə, biz hardan bilək ki, C təpəsinin koordinatı neçədir? Nə əldə edə bilərik buradan biz ümumiyyətlə? A təpəsinin koordinatı 4, 3 olsun. Biz yalnız və yalnız onu başa düşə bilərik ki, şəklə baxanda. Deməli, C təpəsinin koordinatının x-i A-da A-nınkindən böyük olmalıdır, yəni 4-dən böyük olmalıdır. Y-i də daha yuxarıda olduğuna görə 3-dən böyük olmalıdır. Yalnız və yalnız biz bunu başa düşə bilərik buradan. İkinci şərtə, yəni deməli birinci şərt kifayət eləmir. İkinci şərtə baxanda B təpəsinin koordinatları 4, 8-dir. B təpəsinin koordinatı 4, 8 olanda buradan da yalnız və yalnız onu başa düşə bilərik ki, deməli Y koordinatı eyni olmalıdır C-nin. Bu tərəf B-si X oxuna paralel olduğuna görə B-nin Y-i nədirsə, C-nin də Y-i olacaq. Yəni 8 olacaq C-nin Y-i. Bəs X-i nə olacaq? X-i mən hardan bilə bilərik nə olacaq? 4 B-nin X koordinatı 4-dürsə, C də ondan böyük olacaq. 4-dən böyük bir ədəd, amma nə qədər böyük bir ədəd onu bilmirik. Biz bunlar ikisini birlikdə istifadə eləsək nə olar? İkisini birlikdə istifadə eləməyimiz bizə heç cür kömək eləməyəcək. Çünki ikinci şərtə görə biz C-nin Y koordinatının 8 olduğunu tapmışdıq. Bəs X-ini necə tapa bilərik? Yəni A ilə B-nin X-inə görə, yəni hər ikisi 4-dür, təbii ki, Y oxuna paralel olduğuna görə. Hər ikisi 4-dür, ona nəzərən biz tapa bilmərik ki, C-nin X koordinatı nəyə bərabərdir? Yəni 8-in buradakı cütü nə olacaq? Çünki biz hardan bilək ki, bu buradan bura gələnə kimi, A D-dən D-yə gələnə kimi və yaxud da B C-yə gələnə kimi nə qədər X koordinatı irəliləmiş olubdur. Ona görə birlikdə istifadə eləmək belə kifayət eləmir. Deməli, cavab olacaq D variantı. Baxaq 75-ci suala. Deməli, K cüt 3 rəqəmli ədəddir. Aşağıdakı şərt verilir. 1. K yazısında yüzlük rəqəmi təklik rəqəmindən 3 dəfə çoxdur. Yəni, K ədədində yüzlük mərtəbə vahidə o təklik mərtəbə vahidindən 3 dəfə çoxdur. Baxaq görə birinci şərt kifayət eləyirmi? Deməli, baxanda nə başa düşməliyik? Burada olacaq, bura təklik, bura onluq, bura yüzlük olsa, burada olacaq rəqəm bundan yüzlükdən 3 dəfə az olmalıdır. Amma həmçinin K da cüt 3 rəqəmli ədəd olmalıdır. Burada 0 qoya bilərikmi? 0-dan 3 dəfə çox 0 da olacaq, amma artıq o 3 rəqəmli ədəd olmur axı. 0-dan nətər başlasın ədədimiz. Ona görə burada 1 qoysaq, burada 3 olacaq. Amma bizə demişdik ki, K cüt 3 rəqəmli ədəddir. Bu cüt olacaqmı? 1 ilə qutarır. Ona görə bu bizim şərtimizi ödəməyəcək. 2 qoysaq, burada nə olacaq? 6 olacaq. Burada həqiqətən ödəyir. Niyə? Cüt 3 rəqəmli ədəd olacaq da 2 olduğuna görə. Bura 3 qoysaq, burada 9 olacaq, amma bu da bizim şərtimizi ödəməyəcək. Çünki K cüt 3 rəqəmli ədəddir. Sonu 3 ilə bitirsə, bu nətər cüt ədəddir? Sonu 0, 2, 4, 6, 8 bunlardan biri ilə bitməlidir. Deməli, biz birinci şərtə əsasən tapdıq ki, K mütləq və mütləq şəkildə 6 olmalıdır. Başqa da bir variant yoxdur. Bütün şərtləri nəzərə alanda. Yəni ki, biri və başda verilən cüt 3 rəqəmli ədəd olduğunu nəzərə alanda. İndi ikinci şərt. Bu kifayət elədi. İkinci şərtə baxaq. K yazısında yüzlük rəqəmi onluq rəqəmindən 2 dəfə çoxdur. Deməli, K yazısında yüzlük, bura yenə yüzlük olsun, bura onluq, burada təklik. 2 dəfə çoxdursa, bura 0, 0 ola bilməz təbii ki. 0, 0-dan 2 dəfə çox olmasına baxmayaraq. Amma 0-dan başlaya bilməz ədədimiz. Ona görə bura 1 dediksə, bura 2 ola bilər. Aha, burada artıq cütlüyü biz təkliyi bilə bilmərik. Yəni, K bu ola bilər. 2, 1 ola bilər. Yəni, yüzlük 2, onluq 1 ola bilər. Çünki sondakı rəqəmdən bizim xəbərimiz yoxdur. Onsuz da. Yəni, bizə bir problem yaratmır son. Burada təklik son bizə problem yaradırdı cütlüyə görə. Başqa nə ola bilər? 2 ola bilər, 4 ola bilər.
3 ola bilər, 6 ola bilər, 2 qat çoxdursa burada təkliyimizdir bizim. Bir də 4 ilə 8 ola bilər. 5 ola bilməz artıq, çünki 5 10 olacaq onun 2 qatı. 10 da rəqəm deyil. Yüzlük mərtəbə vahidi ola bilməz. Deməli biz tapdıq ki, burada bizim k-mız 2 də, 4 də, 6 da, 8 də ola bilər. Yəni ikinci şərt bizə kifayət eləmir, amma birinci şərtdə yalnız və yalnız 6-nın ödəyəcəyini tapmışdıq. Ona görə cavab olacaq A variantı. Baxaq 76-cı suala. Deməli, böyük çəlləyə kiçik çəlləkdəkindən 3 dəfə çox şərab sığışar. Deməli, yazaq bu böyük çəlləyə 3x qədər, kiçiyə də x qədər şərab sığışır. Kiçik çəlləyin 1/3 hissəsi, böyük çəlləyin isə 1/6 hissəsi şərabla doldurulmuşdur. Əgər kiçik çəlləkdəki bütün şərabı böyük çəlləyə doldursaq, böyük çəlləyin nə qədər hissəsi şərabla dolu olacaq? İndi kiçik çəlləyin 1/3 hissəsi, yəni 1/x var kiçik çəlləkdə hal-hazırda. Çünki x-in 1/3 hissəsi 1/x-dir. Böyük çəlləyin isə 1/6 hissəsi şərabla doludur. Böyük çəlləyin 1/6, yəni 1/6 vurulsun böyük çəlləyin. 3x. Ədədin hissəsini belə tapırıq. Ədədi vururuq hissəyə. Ədədimiz 3x idi, onun 1/6-ni tapırıq. 3 ilə bu ixtisar getdi. Deməli, burada 2 qalacaq. Deməli, x bölünsün 2. Bunu da hətta belə yazsaq daha yaxşıdır. Kəsiri görməyimiz üçün 2/1x. Deməli, böyük çəlləkdə də 2/1x qədər şərab var hal-hazırda. İndi kiçik çəlləkdəkini böyük çəlləyə doldursaq, böyük çəlləyin nə qədər hissəsi şərabla dolu olacaq? Yəni, kiçik çəlləkdə 3/1x-dir, böyük çəlləkdə də hal-hazırda 2/1x-dir. Gətirin o 3/1x-i deyir, dolduraq böyük çəlləyə. Bunları topladıq. Neçə eləyəcək? Ortaq məxrəc 6-dır. Deməli, ortaq məxrəcə gətirəndə bu olacaq 6-da 3x, üstəgəl 6-da 2x. O da bərabər 6-da 5x. İndi gördük ki, böyük çəlləyin 6-da 5x qədər şərab oldu. Baxın, burada çaşma ola bilər. Hətta bizə 6-da 5-i də veriblər. Tam olaraq çaşdırmağa çalışıblar. Biz burada böyük çəlləyin hansı hissəsinin dolu olduğunu görmürük. Böyük çəlləyin çəkisi x deyil ki, onun 6-da 5 hissəsi doludur deyək. Böyük çəlləyin çəkisi 3x-dir. Bir ədəd digərinin hansı hissəsini təşkil edir? Həmin ədədi 6-da 5x-i bölməliyik 3x-ə. Onda görəcəyik ki, bu çəki böyük çəlləyin hansı hissəsidir? Yəni, hansı hissəsi doludur bu dəqiqə? X-lər ixtisar gedir. Nə qaldı geriyə? 6-da 5 bölünsün 3. Bəlkə buradan görə bilmirsiniz 18-də 5 olduğunu. Ədədi 3-ə bölmək ilə 3-də 1-ə vurmaqdır. Yəni, budur. Elə bununla eyni şeydir. O da nə olacaq? 18-də 5 hissəsi böyük çəlləyin deməli şərabla dolu olacaq. Çox, yəni səhv eləməyə uyğun bir sualdır son hissədə. Çünki böyük çəlləyin o 6-da 5x-i görəndən sonra, yəni orada nəzərə almalısınız ki, x böyük çəllək deyil ki, onun 6-da 5 hissəsindən 6-da 5 götürək dolu olduğunu. X böyük çəlləyə 3x demişdik biz. Deməli, 77-ci suala baxaq. Nino hərəsi 7 lardən k ədəd hədiyyə alıb poçtla dostlarına göndərdi. Hədiyyələrdən birini xaricə göndərdi və bunun üçün 4 lari verdi. Qalan hədiyyələri hər birini göndərmək üçün isə 1 lari verdi. Nino hədiyyələri almaq üçün və göndərmək üçün cəmi neçə lari xərclədi? Ümumiyyətlə, k ədəd hədiyyə alıbsa və hərəsi 7 laridir bu hədiyyələrin. Hərəsi 7 laridən başqa hərəsinə də göndərmək üçün pul verir kargoya. Deməli, burada k ədəd hədiyyə varsa, onlardan birini xaricə göndərəcək. Geriyə qalan nə qədərdir? K ədəd hədiyyə varsa, k minus 1 dənəsini də onlara 1 lari verəcək kargo pulu üçün. Deməli, bir dənə hədiyyənin qiyməti 7 laridirsə, k dənə hədiyyənin qiyməti 7k olacaq. Orası heç. Amma əlavə olaraq biz bunun üçün, bu xaricə göndərilən hədiyyə üçün 4 lari, buradakı k-1 sayda hədiyyə üçün, yəni qalan hədiyyələri göndərmək üçün isə 1 lari verdi. Yəni, buradakı k-1 hədiyyənin hərəsinə 1 lari ödəyəndə k-1 lari ödəmiş olur da, bunu vur 1-ə, k-1 eləyir də onsuz da. Deməli, toplam hədiyyələrin qiyməti 7k laridir. Oradakı bir hədiyyəni göndərmək üçün 4 lari verir, üstə gəl 4.
K-1 hədiyyəni göndərmək üçün isə hərəsinə 1 lar, yəni K-1 lar verir. Bunları toplam almaq və göndərmək üçün, almaq üçün bu hissə, göndərmək üçün isə bu hissədir. Onların cəmi də nə edəcək? K-lar toplayanda 8K, üstəgəl 4 çıx 1, o da deyəcək üstəgəl 3 ları ödəmiş olacaq. Cavab olacaq A variantı. Baxaq 78-ci suala. Ümumi mərkəzi olan 3 çevrədən birinin radiusunun uzunluğu R, ikincinin 3R, üçüncünün uzunluğu isə 4R'dir. Yəni 3 dənə konsentrik çevrəmiz var bizim. Kiçik çevrələrlə dairəyə alınmış halqadan başqa böyük dairə tündləşdirilmişdir. Böyük dairə tündləşdirilmişdir. Sertifikatda göstərib haranı tündləşdirdiyini onsuz da. Böyük dairənin tündləşdirilmiş hissəsinin sahəsinin nisbəti tündləşdirilməmiş hissəsinin nəyinə bərabərdir? Yəni bir ədəd digərinin hansı hissəsidir? İndi böyük dairənin tündləşdirilmiş hissəsi görürük ki, baxın, böyük dairə buradır. Tündləşdirilmiş hissə baxın, buradakı halqadır, bir də içəridə olan kiçik dairədir. Qalan hissə də baxın, buradır, tündləşdirilməmiş hissə. Hər birini gəlin tapaq. Deməli, biz buradakı tündləşdirilmiş hissələrdən, baxın, bu ortadakı dairənin S tündləşdirilmiş desək, deməli, hətta 2-də T ilə başlayır, onsuz da belə yazaq. Yəni, bu tündləşdirilmişdir, təsdiq halda olduğuna görə müsbətlə yazdım. Deməli, o nəyə bərabərdir? O bərabərdir, baxın, buradakı dairənin sahəsi, bir də kənardakı, baxın, bu qara halqanı görürsünüz, tündləşdirilmiş halqa. Onların sahələrinin cəminə bərabərdir. Buradakı kiçik dairənin sahəsi nədir? Radius R-dirsə, pi R kvadratıdır. Bəs bu kənardakı halqanın sahəsi nədir? Biz başa düşməliyik ki, onun sahəsi buradakı böyük dairənin sahəsindən buradakı nisbətən kiçik dairənin sahəsini çıxanda, baxın, bu sahəni çıxanda o halqanın sahəsini əldə eləmiş olur. Yəni, üstəgəl bu dairənin sahəsi neçədir? Radius 4R-dirsə ən böyük dairədə sahə nə olacaq? Pi vurulsun 4R-in kvadratı çıxılsın. Bu dairənin sahəsi nə olacaq? Çünki o böyükdən, o nisbətən bir dənə ortancıl dairənin sahəsini çıxanda biz əldə eləyəcəyik buradakı halqanın sahəsini. Yəni, pi vurulsun 3R-in, onun radiusu 3R olduğuna görə kvadratı. 3R kvadratı yox ha, yəni 3R-in özünün kvadratı. Çünki radiusun uzunluğu 3R-dirsə onun kvadratını tapmalıyıq, təkcə R kvadratını yox. Onda bu bərabər olacaq nəyə? Pi R kvadratı, yəni bu tündləşdirilmiş hissə, üstəgəl 16 R kvadratı eləmirim. Yəni 16 pi R kvadratı çıxılsın 9 pi R kvadratı. Bura 9 R kvadratı yerinə görə. Yəni qısaca bunun mötərizəyə alanda dəqiq görəcəyik lav. Yəni bu mötərizəyə aldığım hissə buradakı halqanın sahəsi tündləşdirilmiş. Bu qalan hissədə bu ortadakı kiçik dairənin sahəsi. Onların cəmi də bütün tündləşdirilmiş sahənin sahə olacaq. Deməli, bu nə oldu? Buradan 7 pi R kvadratı gəlir, buradan da pi R kvadratı gəlir. Deməli, oldu 8 pi R kvadratı. Deməli, bu tündləşdirilmiş hissənin sahəsi 8 pi R kvadratıdır. Bəs tündləşdirilməmiş hissənin sahəsi nədir? Biz başa düşməliyik ki, bütün böyük dairənin sahəsindən tündləşdirilmiş dairənin sahəsini çıxsaq, əldə eləyəcəyik tündləşdirilməmiş. Yəni, buradakı halqanın sahəsini əldə eləyəcəyik. Onda da nə olmuş olur? Yəni, 16 pi R kvadratından bütün böyük dairənin sahəsi 16 pi R kvadratı idi, bayaq tapdıq. Radius 4R olduğuna görə burada. Çıxırıq tündləşdirilmiş hissənin sahəsini. Yəni, 8 pi R kvadratı. Tapırıq ki, 8 pi R kvadrat eləyirik o da. Yəni, tündləşdirilmiş, burada S mənfi qoyaq, yəni tündləşdirilməmiş. Yəni, tündləşdirilməmiş hissənin kvadratı, tündləşdirilməmiş hissənin sahəsi də 8 pi R kvadrat, tündləşdirilmişin də. Yəni, biri digərinin hansı hissəsinə bərabərdir? Birini digərinə bölürsünüz, 1 eləyir. Onun da nisbəti yəni soruşur. Tündləşdirilmişin tündləşdirilməmişə nisbəti, onsuz da fərqi yoxdur. Onsuz da biri digərinə bərabərdirsə, o nisbətdə 1 eləyəcək. Deməli, buradan belə tapdıq. Buradan 16 pi R kvadratından 8 pi R kvadrat çıxmaq əvəzinə, yəni buradakı ağın sahəsini, tündləşdirilməmiş hissənin sahəsini tapmaq üçün bu dairənin sahəsindən, yəni o ikinci böyük olan dairə var idi, radiusu 3R olan. Onun sahəsi tapmışdıq ki, biz nədir? 9 pi R kvadratı.
Ondan, baxın, bu kiçik dairənin sahəsini çıxanda həmin alqanı əldə eləmirik. Yəni 9 pi r kvadratından pi r kvadratını çıxanda da həmin 8 pi r kvadratı gələcəkdi onsuz da. Fərqi yoxdur, müxtəlif üsullara getmək olar onsuz da. İndi baxaq 79-cu suala. Deməli, ədəd oxunun vahid kəsiyinin uzunluğu 1 sm, yəni uzunluq vahidi. Bu oxun üzərində yerləşdirilmiş C və D nöqtələrinin koordinatları deməli, C-nin koordinatı -1,2-dən 5,4 aralığında yerləşir. D-nin koordinatı isə 8,2 12 aralığında yerləşir. Hər iki uc daxil olmaqla parçadır. Məlum olduğu kimi C tam ədəddir. C-də kəsiyinin uzunluğu minimum neçə santimetrə bərabər ola bilər? İndi bir dənə ədəd oxu çəkək. Gəlin bunu təsvir eləyək bu ədədlərin yerləşə biləcəyi, ədəd oxunda yerləşə biləcəyi hissələri. Biz onu ümumiyyətlə başa düşməliyik şifahi oxuyanda belə. -1,2 ilə 5,4 arasında yerləşirsə, D də ondan sağda yerləşib artıq. Çünki 5,4-dən belə böyük bir ədəddən başlayır, 8,2-dən 12-yə kimi. Yəni, bura biz təxmini 0 desək, çünki əsas işimiz müsbət tərəfdədir. Bura təxmini deyək ki, -1,2-dir. Bura təxmini deyək ki, tutaq ki, 5,4-dür. Bura 8,2 olsun. Burada 12 deyək, tutaq ki. İndi D-nin yerləşə biləcəyi hissə buradır. Yəni, bu aralıqda yerləşir. C-nin də yerləşə biləcəyi hissə, baxın, bu aralıqdır, amma C-nin tam ədəd olduğunu verib. Yəni, bu aralıqdakı bunu işarələməklə o mənaya gəlməsin ki, bütün ədədlər ola bilər C. C deyib ki, bizə tam ədəddir. İndi CD kəsiyinin uzunluğunu minimum neçə santimetrə bərabər ola bilər? CD kəsiyinin uzunluğu biz başa düşməliyik ki, C və D nöqtələri bacardığımız qədər bir-birinə yaxın olmalıdır ki, o kəsiyin uzunluğu, yəni həmin parçanın uzunluğu minimum olsun. C tam ədəddirsə, C yəni ən böyük olmalıdır, D isə ən kiçik olmalıdır ki, bunlar bir-birinə yaxınlaşdıraq. Tam əksi maksimum olsaydı, C, D bacardığımız qədər böyük, C isə bacardığımız qədər kiçik olsaydı, yəni sola doğru çəksəydik C-ni, o məsafədə maksimum eləyərdik. İndi bizdə minimum soruşur, C bacardığımız qədər böyük olmalıdır. Yəni bu aralıqda yerləşən -1,2 5,4 aralığında yerləşən ən böyük tam ədəd. Çünki C-nin tam ədəd olduğunu bizə deyibdir. 5,4 ola bilməz. Yəni burada bərabərlikdə daxil edib, amma C-nin tam ədəd olduğunu da deyibdir. Deməli C ən böyük 5 ola bilər. Çünki 5,4-dən kiçik ən böyük tam ədəd 5-dir. Bəs D-nin ala biləcəyi ən kiçik qiymət neçədir? D üçün elə bir şərt yoxdur, tamlıq şərti. Deməli, D ən kiçik qiymətini 8,2-də alır, gördüyünüz kimi bərabərsizliyə görə. 8,2. Onda bunlar arasındakı məsafə nə olacaq? 8,2-dən çıxacaq 5-i. Deməli, ən kiçik məsafə 3,2 ola bilərmiş. C variantı. Tutaq ki, desəydi maksimum məsafə neçə ola bilər? Onu da eləyək. Sualda soruşmayım, praktik olsun. Maksimum məsafə olması üçün dediyimiz kimi C bacardığımız qədər kiçik, D bacardığımız qədər böyük olsun ki, bunlar bir-birindən uzaqlaşsınlar. C ən kiçik neçə ola bilər? -1,2 ola bilməz. Tam ədəd deyil. Yəni, -1,2-dən böyük ən kiçik tam ədəd neçədir? -1-dir. Deməli, C-nin ən kiçik qiyməti -1 olacaq bu halda. D-nin isə ən böyük qiyməti 12 olacaq. Bunlar arasında məsafə nəyə bərabərdir? 12 çıxılsın -1. O da 12 plus 1 eləyəcək 13. Deməli, ən uzun məsafə də CD parçasını ala biləcəyi ən böyük qiymət də 13 olardı. 80-ci suala baxaq. Müəllim uşaqlara 40 kart ilə payladı ki, onlardan heç biri kartsız qalmadı. Onların hərəsinə bir-birindən fərqli miqdarda kart düşdü. Uşaqların miqdarı maksimum nəyə bərabər ola bilər? Uşaqların sayını biz bacardığımız qədər maksimum etmək üçün, yəni çox sayda uşaq eləmək üçün kartların sayını, paylanan kartların sayını hərəsinə minimum götürək. Yəni nə qədər az kart versək hərəsinə, uşaq sayı maksimum olar. Deməli, biz hərəsinə ən az kart nə verə bilərik? Məsəl üçün, birinci uşağa 1 verə bilərik. Amma onu da nəzərə almalıyıq ki, müəllim kartları
hərəsinə fərqli miqdarda paylayır. Deməli, ikinciyə də 1 deyə bilmərik. Hamısına 1, 1, 1, onda maksimum uşaq sayı 40 olardı. Deməli, ikinciyə 2 deməliyik. Üçüncüyə 3. Fərqi yoxdur, sıra nömrəsi. Üçüncü deməyimə baxmayın. Yəni, ola bilsin, axırıncıya 1 veribdi, birinciyə 3 veribdi, nə bilim. Sadəcə bu arasına verilən kartlardır uşaqlara. 4, 5, 6. Artıq 6 dənə uşaq var. 7. Cəmə baxıq, görək neçədir? 10, 15, 21, 28. Bir dənə 8 əlavə eləsək neçə olur? Artıq cəmimiz 28 üstə 8, 36. 9 əlavə eləyə bilmirik. Amma həmçinin də görürük ki, 9 nəfər ola bilməz. Çünki 9-u əlavə eləsək, hərəsinə minimum kart belə paylasaq, görürük ki, 9 dənə uşaq ola bilməz. Çünki artıq kartların sayı 40-ı keçmiş olur. Yəni 9 uşağa biz bu 40 kartı paylaya bilmərik. Amma deyirsiniz ki, yəqin 8 uşağa da paylamadıq axı. Bunların cəmi 36 oldu. Mən demirəm ki, bunlar paylanan ədədlər olmalıdır. Deməli, burada nəsə dəyişiklik eləməliyik. Məsəl üçün, bu 8-in yerinə 36 elədəcəm. Götürüb 12 elədik. Məsəl üçün, 8 uşağa paylamış olduq. Elə ən çoxu da 8 uşağa paylaya bilərik. Dedik ki, 9-a paylaya bilmirik. Çünki 9 uşağın hərəsindən minimum kart belə versək, 40 kartı paylamaq üçün kifayət eləmir 40 kart olaraq. Minimum 45 kart olmalı ki, hərəsinə fərqli miqdarda minimum kart paylayaq. Deməli, burada 12 və yaxud da belə olmazdı. Elə bu 8 kimi qalardı. Burada cəm 36 olduğuna görə biz başqa nəyisə artırmalıyıq 4 vahid. Buradakıları 1-i, 2-ni, 3-ü, 4-ü artıranda ola bilməz. Çünki 8, 1-i 8 eləyəcək, 3-ün üstündə 4 gəndə 7, eyni miqdarda olur. Məsəl üçün 7-ni artıraq, 7-nin yerinə tutaq götürək, 11 qoyaq. Və yaxud da başqa cür eləmək olar, 2 ədədi artırmaq olar. Bu yenə 7 kimi qalsın, tutaq ki. 7 kimi qalsın. Götürək məsəl üçün 4 vahid artırma istəyirik də biz. 4 vahid artırma istəyiriksə, 7-ni dəyişək tutaq ki. Eləyək neçə? 9 olsun. Bir də başqa bir ədədi də bunu 2 vahid artırdığımıza görə, onda bunu da 2 vahid artıraq gətirək. 5-i. Çünki 6-nı artıra bilmərik, 8 olacaq. 5-i artıra bilərik. Çünki 7-miz yoxdur. Deməli, belə də paylamış ola bilərik. Müxtəlif üsullar çıxır 8 uşağa paylamaq üçün maksimum. Maksimum 8 uşağa paylanacaq o mənaya gəlmir ki, 7, 6 və yaxud da 5 daha az sayda uşağa paylana bilməz. Sadəcə 8-dən çox uşağa paylana bilməz. O mənaya gəlir. Yəni 9 uşağa dediyim kimi paylana bilməyəcək. Çünki 9 uşağa paylayanda hərəsinə minimum belə versən 40 kart bəs eləmir. 8-ə paylanmasının müxtəlif üsullarını göstərdik. 7-yə də paylana bilər. 5-ə də, 6-ya da, bir nəfərə də. Hələ bir dənə uşaqlar deyir, amma nəsə, bir uşağa 40 kart verin. Və yaxud da 2 nəfərə. Birinə 19 ver, birinə 21. Təkcə 19 ilə 21 yox. Neçə dənə ədəd verə bilərik fərqli. 18, 22, 17, 23 belə davam edə bilərik. 3-ə də paylaya bilərsən, 4-ə də paylaya bilərsən hərəsinə müxtəlif üsulla. Ta 8-ə kimi. Amma artıq 9 və yaxud da ondan çox saylı uşağa fərqli miqdarda kartı paylaya bilmərsən. 40 kartı. Deməli, maksimum uşaq sayı 9 ola bilər. Daha doğrusu 8 ola bilər. Bununla da biz ümumi qabiliyyət imtahanının 2014-cü ilin suallarını izah elədik hamısını. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.